4-cü gün. Onlar sürücünün yaşadığı evə 20 dəqiqədən sonra gəlib çatdılar. Fedoseyev bu dəfə müşayiət üçün 2 maşında 5 nəfər əməkdaş ayırmışdı və onlar Andrey və Drongo ilə bircə kifayət qədər təsirli təəssürat yaradırdılar. Leonid Moskvada möcüzə nəticəsində salamat qalmış, amma artıq sökülməyə məhkum köhnə evlərdən birində 3-cü mərtəbədə yaşayırdı. Ev əsrin əvvəllərində inşa olunmuşdu və ilk gündən mənzilləri kirayə vermək üçün nəzərdə tutulmuşdu. Sonradan zəngin kirayəli otaqlar kommunal mənzillərə çevrildilər. 90-cı illərin əvvəllərində Moskvada yeni tikinti dalğası başlayanda isə bütün kommunal mənzillər söküldü. Qonşuları evlərə köçürdülər, boşalmış yaşayış sahələrini yenidən quraşdırıb tamam başqa adamlara satdılar. Lakin tədricən belə mənzillərin qiyməti kəskin şəkildə aşağı düşdü. Yeni varlılar onlarla bir blokda kasıb, onları nifrətdən eybəcərləşmiş sir-sifətlə qarşılayan adamları öz qonşuluqlarında qətiyyən görmək istəmirdilər. Onlar öz əhatə dairələrindəkilərlə qonşuluq daha çox qane edirdi. Belələri ilə ümumi problemlərini, mühafizə, binadaxili telefonların quraşdırılması, kollektiv qaraj və s. və ilaxır həll edirdilər. Nə az təminatlı ailələrin sızan boruları, nə də kommunal evlərin pəncərə altlarında düzəltdikləri pivə məclisi təşkil etmiş sərxoş sakinləri barədə düşünmək lazım gəlmirdi. Leonid bu evi seçəndə heç belə qəribə xırdalıqları nəzərə almamışdı. O, Moskvaya əyalətdən gəlmişdi, tək yaşayırdı. Onun paytaxt şəhərindəki həyat xoşuna gəlirdi. Böyük 8 otaqlı mənzildə olan məxsusi 3 otaqlı mənzil ürəyincə idi. Təkrar tikilmiş kommunal evlərin sahibləri vaxtında dərk etdilər ki, belə böyük mənzillər ləğv etmək heç də asan deyil və buna görə də onu parçalayıb uğurla yeni sahiblərə satdılar. Pilləkanla qalxdıqdan sonra Drongo, Andrey və şirkətin təhlükəsizlik xidmətinin onları müşayiət edən 2 nəfər əməkdaşı uzun müddət qapını döyməli oldular. Bir xeyli keçəndən sonra səsə çıxan qonşu onlara nə lazım olduğu ilə maraqlandı. Əməkdaşlarımızdan biri burada yaşayır, Andrey izah etdi. O bugün işə çıxmayıb. Biz də çox narahatıq. Siz səhər onu görməmsiniz ki? Mən ümumiyyətlə heç kimi görməmişəm. Qaraqabaq qonşu cavab verdi. Görünür o melanxolik idi. Drongo onun şişkin yanaqlarına, vaxtında qabaq əmələ gəlmiş dərin qırışlara, altı göyərmiş gözlərinə, maykasında olan xırda deşiklərə fikir verdi. Görünür, bu adam həmin mənzili alan vaxtlar yaxşı dövran imiş. Sonra isə onun həyatı nə səbəbdənsə axarına, pisliyə doğru və artıq o bu 2 otaqlı cənnətə uyuşmurdu. Drongo soruşdu. Siz çoxdan burada yaşayırsınız? Çox da yox, qonşu cavab verdi. Köçmək istəyirsiniz, yoxsa mənzili kirayə vermək fikriniz var? Xarici görkəmindən ona 50 yaş vermək olardı, lakin səliqəsizlik onu açıq-aşkar qocaldırdı. 45 yaşı olardı. Mat məətəl Drongoya baxdı. Siz buna görə gəlmisiniz, deyə o soruşdu. Mənzilə baxmaq istəyirsiniz? Haradan bilirsiniz ki, onu kirayə vermək istəyirəm? Cəmi 3 gün bundan əvvəl elan vermişəm. O da hələ heç qəzetlərdə çıxmayıb. İlgin heyrətlə Drongoya baxdı. O həqiqətən də bu insanı müşahidəçilik qabiliyyətinə heyran olmuşdu. Drongo gülümsündü. Mən təsadüfən xəbər tutmuşam. Qonşum reklam agentliyində işləyir. Məhz siz elan verdiyiniz qəzetdə, bəlkə xatırlayırsınız, Leonidi sonuncu dəfə nə vaxt görmüsünüz? Mən onu görməmişəm. Qonşu acıqlı-acıqlı cavab verdi və dambadurum salıb bütün evi dəng eləmək lazım deyil. Əgər yoxdursa, deməli harasa gedib. O əvvəllər də 1-2 günlüyə gedərdi. Bunu biz bilirik, deyə İlin cəld dedi. O, Aleksandr Mixaylovicin bağına gedib orada da qalırdı. O izah etdi, amma dünən onu heç hara çağırmayıblar. Qapını açmaq lazımdır, Drongo təklif etdi. Ən pis hadisə baş verə bilər. Necə açaq? Andrey təəccübləndi. Özünüz görürsünüz, qapı dəmirdəndir. Fikrinizsə aramızda ev oğruları var. Belə qapını elə-belə açmaq qeyri-mümkündür. Avtogen tapın və kilidi sökün. Drongo məsləhət verdi. Əgər sürücünüz aradan çıxıbsa, evdə nəsə əşya dəlil qalmalıdır. Onun ailəsi var idi? Xeyr, görüşdüyü qadın var idi. Təhlükəsizlik xidmətinin əməkdaşlarından biri cavab verdi. Sizin də əlbəttə yerli dibli xəbəriniz yoxdur. O qadın harada yaşayır? Drongo əsəbi-əsəbi dilləndi. Lənət şeytana. Axı siz necə təhlükəsizlik xidmətisiniz? Siz öz əməkdaşlarınız haqda hər bir şeyi bilməlisiniz. Hər bir şeyi. Hətta sizin məlumatınız onların özlərinin özləri haqda bildiklərindən də çox olmalıdır.
Əgər biz qapını sındırsaq, səs-küyə qonşular yığışacaq. İlin ehtiyatla bildirdi. Sahə müvəkkilini çağırın, izah edin ki, biz Leonidlə bircə işləyirik. Bu gün onun işə çıxmasından çox narahatıq. Qoy biz qapını açanda o yanımızda olsun. Maneçilik törətməz. Əgər evdə nəsə bir iz varsa, biz onu tapacağıq. Ən pis şey olsa da ola bilər. Lənət şeytana. Mən heç fikirləşməmişdim ki, avtogen lazım deyil. Əgər sürücünüz mənzildə qalıbsa, qapı bağlı deyil. Çıxıb gedərkən ona sadəcə olaraq örtüblər. Lakin bu halda ola bilər ki, o mənzildə qalmış və qapını içəridən örtmüş olsun. Siz demək istəyirsiniz ki, onu öldürüblər? Deyə sarsılmış İlin soruşdu. Mən bu variantda istisna etmirəm. Ötən gecədən sonra bizim əleyhidarlarımız başa düşüblər ki, mən tam dəqiqliklə kimin onları işlədiyini ayırt edə bilərəm. Onlar Aleksandr Mixayloviçin sürücüsü kimi təhlükəli şahiddən izal olmağa qərar verə bilərlər. Qapını necə aça bilərik? Ancaq və ancaq universal açıcı aləti dəsti lazımdır. Drongo dedi. Təəssüf ki, o mənim mənzilimdə qalmışdır. Mənzil yəqin ki, güdürlər. Ona görə də oralara gözə görünməmək məsləhətdir. Deyəsən, həqiqətən də sahə müvəkkilini çağırmalı və kilidi sındırmalı olacağıq. Başqa çıxış yolumuz yoxdur. Yeri gəlmişkən, əgər orada doğrudan da bir hadisə baş veribsə, sahə müvəkkilinin çox xeyri dəyə bilər. Drongo hələ də mənzilin astanasında dayanmış və mənasız baxışlarla tanımadığı qonaqlara baxan qonşuya tərəf çevrildi. Bilmirsiniz, sahə müvəkkilinə necə zəng etmək olar? Drongo soruşdu. Yox, tanımıram mən onu. Qonşu hirsli cavab verdi. Sizin misə necə zəng etmək olar? Onlar mənə ələşçinin qıl verən kimi çox da elə lazımdırlar. Qonşu donquldana öz mənzilinə girib qapını çırpdı. Drongo saata nəzər saldı. Artıq saat 4-dür. İş gününün sonuna qədər sahə müvəkkilini və misi nümayəndəsini tapmaq lazımdır. Tez olun, yoxsa gecişə bilərik. Axşam mənim Lisakovla vacib görüşüm var. İlyin meydançada onlarla birlikdə dayanan əməkdaşların hər ikisinə başı ilə işarə etdi. Gedin, özü də tez olun. Onlar arxasınca qışqırdı. Onlar ikisi qaldılar. İlyin təşvişlə qapıya baxıb Drongodan soruşdu. Sən necə onu öldürüblər? Hələ ki bilmirəm. Lakin o işə biz onu arayıb tapa biləcəyimiz zaman çıxmadı. Belə təsadüflərə inanmaq çətindir. 2 variant var. Ya qaçıb, bu isə az inandırıcıdır. Bu cür vəziyyətdə belə çıxır ki, rəqiblərimiz altruistdirlər və öz agentlərini xilas etməyə cəhd ediblər. Buna da inanmaq çətindir. Ya da onu öldürüblər. Bu həqiqətə daha yaxındır. Bütün izləri yerli dibli itirmək üçün. Zənnimcə, sən razılaşarsan ki, ikinci variantı daha real hesab etmək olar. Onunla dünən danışmaq lazım idi. Andrey köks ötürdü. Bəli, lakin bu sizin yox, mənim səhvimdir. Mən gördüm ki, Sava Afanasyeviç necə əsəbləşir, onun qüruruna toxunuram. Ona görə də sürücünü dindirmə məsələsində israrlı olmadım. Mənə Fedoseyevin onları hər şeyi yoxladıqları barədə təsdiqləmələri kifayət etdi. Bizim işdə hisslərə qapılmaq olmaz. Mən inamsızlığımla generalın xətrinə dəymək istəmədim və nəticədə Leonidlə söhbət etmədim. Bunun nəticəsi nə oldu? Tezliklə bilərik. Amma hər halda bu mənim günahımdır. Hisslərin üstündə tam xətt çəkmək lazımdır. Fedoseyevin məğrurluq hisslərini mənə tapşırılan işdən üstün tutmalıydım. Siz haradan bilirdiniz ki, qonşu mənzili kirayə vermək istəyir? İlyin soruşdu. Sən ki onu gördün, onun əynində İtaliya istehsalı olan bahalı deşilli al paltarı var idi. Əgər adamın belə mayka almağa pulu varsa, o çətin ki, belə bir görkəmdə onu geyinsin. Həm də ki, onun xarici görkəmi çox şeydən xəbər verir. Həyatın dibinə düşmüş tipdir. Bu onun sifətindən, əllərindən, gözlərindən bəllidir. İnsanda ən dəhşətli şey sönük gözlərdir. Həyata marağın itməsidir. Yaralı gözlər var ki, onlarda ağrı görürsən. Elə bomboş gözlərlə rastlaşırsan. Onlarda idiotluq donub qalıb. Elə gözlər də var ki, sayıqdır. Onlarda yalnız inamsızlıq və şübhələr parıldayır. Onun gözləri isə ölmüş adamın gözləri kimi sönük idi. Sonrasına bax. Təmirə əsasən demək olar ki, bu mərtəbədə cəmi cümlətanı bir neçə il bundan əvvəl kommunal mənzillərə sakinlər yerləşdiriblər. Burada belə nəticəyə gəlmək olardı ki, bütün mənzillər məhz bir neçə ildir bundan əvvəl alınıb. O vaxt hətta bunlar indikindən baha idilər. Əgər adamın şəhərin mərkəzində mənzil almağa pulu var idisə, deməli onun işləri kifayət qədər yaxşı gedirmiş.
İndi o fakta diqqət yetir ki, söhbətimiz müddətində onun mənzilində heç bir səs-səmir gəlmədi. Bəlli oldu ki, onun nə arvadı, nə uşağı var. Ya onlar əvvəl var imişlər, ya da ki, ümumiyyətlə yerli-dibli heç vaxt mövcud olmayıblar. Hər halda şəhərin mərkəzində mənzilin sahibi, amma əyninə geyməyə ağıllı başlı bir mayka almaq iqtidarında olmayan düşkün tip belə bir mənzildə tənha yaşamaz. O yəqin ki, mənzili ya satmaq, ya da kirayə vermək qərarına gələcək. Elə buradan da mən öz nəticəmə gəldim. Vəssalam, şüttabam. İlyin güldü. Mənə elə gəlirdi ki, bu tür şeylər ancaq kinolarda olur. Gəldin, gördün, hər şeyi hesablayıb tapdım. Əvvəlcə elə ondan başlayaq ki, onlar ancaq ədəbiyyatda olur. Dahi Sherlock Holmes hələ də yeniyetmələrə valih edir. Onun davamçıları da olub. Bir qədər eksentrik Hercule Poirot və gözdən iti Mrs. Marple, bir qədər qəmli və melanxoli komissar Megre və tənbəl, lakin fərasətli Nero Wolf. Mən ən məşhurlarının adlarını sadaladım. Onlardan bəziləri cinayətin evlərini tərk etmədən öz oturacaqlarında yayxanaraq açmağı bacarmışdılar. Görürsən, zamanə necə dəyişilmişdir. Onların heç birinin ağlına sürücünüzün yaşadığı evin qapısını açmaq üçün pilləkənlərin meydançasında oturub misin nümayəndələrini gözləmək gəlməmişdi. Real həyatda hər şey olduqca çətindir. Eyni zamanda gülməlidir. Mənim Lisakovla görüşüm kimi. Yer gəlmişkən, bu mənim bu gün davam etdirmək fikrində olduğum əsl tragifarsdır. Hər halda siz onunla görüşmək niyyətindəsiniz. Mütləq görüşməliyəm. Bizim söhbətimiz hələ bitməmişdir. Lisakov Cinayət Axtarış İdarəsinin müfəttişidir. Andrey xatırlatdı. Əgər atəş atsa, ona bəraət qazandıracaqlar. Belə izahat verə bilər ki, siz onu hücum etmək istəmisiniz. Drongo laqeydliklə qeyd etdi. Tapanca məndə də var. Baxmayaraq ki, patronlarımı əlimdən alıblar. Amma mən nə atəş atmaq, nə də heç bir vəzlə bizim tanışımız üçün hədəfə çevrilmək fikrində deyiləm. Hesab edirəm ki, mən onu atəş atmamağa əmin edəcəyim. Bu onun maraqlarına ziddir. Əgər o sizə eşitməsə, onda o atəş açacaq. Lakin ümid edirəm ki, bu həddə qədər gəlib çatmayacaq. Bəlkə aşağı düşək, maşında oturaq. İlin təklif etdi. Əvvəlcə bura qapıda dayanmaq üçün 2 nəfər təhlükəsizlik xidmətinin əməkdaşlarından çağır. Biz gələnədək burada çəkilməsinlər. Drongo sərt bir xəbərdarlıq etdi. Mən heç istəmirəm ki, bizim ehtiyatsızlığımız ucbatından evdən vacib əşyai dəlillər yox olsun. İndi çağıraram. Andrey aşağı tələsdi. Drongo onun arxasınca baxdı. Gəncdə enerji aşıb daşırdı. Birdən Drongonun ağlına gəldi ki, o özü də həmin bu qonşuya bənzəyir. Onu təəccübləndirmək çətin məsələ idi və tədricən enerjisi aşıb daşan bir gəncdən qəlbi etinasız, melanxolik, kədərli, arsız bir adama çevrilirdi. Bəlkə elə məndə o qonşunun cəhətləri peyda olur. Drongo qüssə ilə düşüncəyə daldı. Axı hətta dünən axşam məni uğurlayanda heç gözümə də qırpmadım. Yoxsa mən sadəcə olaraq öz həyat tərzimdən usanmışam. O qapıya yaxınlaşdı. Qıfılı əlləşdirdi. Ağır-ağır köks ötürdü. Bəlkə elə doğrudan da təklif olunan kimi hər şeyi atım və Seyşel adalarına gedim. Drongo xəyala daldı. Amma indi yox. Bir həftədən sonra öz-özünə düşündüyünün fərqində vardı və gülümsündü. Deməli, mən hələ ki bu qonşuya oxşamıram. Deməli, mən hər şeydən çox mübarizəmin nəticələri maraqlandırır və həyata marağımı hələ itirməmişəm. Elə taleyimdə də ən başlıca mahiyyət budur. Həyata marağımı itirməmək və çətin əldə edilən həqiqəti üzə çıxarmaq. O dayanıb Andrey ilə uşaqlarını pilləkənlə necə qalxdıqlarına baxa-baxa gülümsüyürdü. 4-cü gün. Çox gözləməli oldular. Sahə müvəkkilini tapıb, mənzil istismar sahəsinin nümayəndəsi çağırmaqla məsələni onlara izah etmək 2 saat vaxt alırdı. Misdən həddən artıq gözəgəlimli, çox da hündür olmayan, amma fantastik döşlərə malik bir xanım göndərdilər. O ucadan danışır və nə üçün naməlum adamlardan lap mənzil sahibinin iş yoldaşları olsalar da qapının açılmasında belə təkidli olmalarını izah etmələrini tələb edirdi. Uzun uzadı və üzücü izahat verməli oldular ki, Leonid işə çıxmayıb. Onlar isə çox nigarandırlar. Çünki o öz yoldaşlarını heç vaxt şüvərəyə verməyib. Nəhayət onlar qapını açmağı qərarlaşdıranda artıq saat 6 olardı. Həmin vaxta qədər artıq çilingər öz zəruri alətlər dəsti ilə pillələrdə peyda oldu. O 20 dəqiqədə əlləşsə də nəhayət qapını açdı.
qapı nə içərdən, nə də bayırdan kilidlənməmişdi. Onu sadəcə olaraq Dronqonun güman etdiyi kimi şaqqıldadıb getmişdilər. Qapı açılanda isə heç kəs içəri keçməyə cürət etməyib, astanadan donub qaldı. Nəhayət bunu sahə müvəkkili etdi. O birinci addımı atdı və artıq bir neçə andan sonra onun anlaşılmaz mızıltısı eşidildi. Öz yataq otağının döşəməsində pəncərənin yanında qətlə itirilmiş sürücü uzanıb qalmışdı. Kimsə onu 3 dəfə güllə atmışdı. Əvvəlcə kürəyinə, sonra sinəsinə, bir də yoxlanış gülləsini başına. Otağa qan çilənmişdi. Sahə müvəkkili idarəyə və prokurorluğa zəng etmək üçün özünün telefonun üstünə atdı. Misin nümayəndəsi olan ciddi qadın az qala huşunu itirəcəkdi. Silingərin ürəyi qalxdı. Dronqo öldürülənə baxa-baxa yataq otağında dayanmışdı. Andrey meyidə baxmamağa çalışaraq Dronqoya yanaşdı. Siz haqlı idiniz, o astadan dedi. Hər halda onu öldürdülər. Bəli, təəssüflər olsun. Heyif ki, bu gənc dərk etməmişdi ki, satqınlıq adamı həmişə belə baha başa gəlir. Nə üçünsə, hər bir satqın əmindir ki, onunla başqa cür rəftar edəcəklər. Onlar pulla almışlara müəyyən bir dövrə qədər gərək olduqlarını anlamırlar. Hamısı belə düşünür. Bircə dəfə öz sahibini satmış əbləhə etibar etmək olmaz. Əgər o bunu bir dəfə edibsə, ikinci dəfə ona nə mane ola bilər? Buradan isə belə nəticə çıxarmaq olar. Satqınlıq az perspektivli işdir. Etimadını saxlamaq daha etibarlıdır. Siz düşünürsünüz ki, o bunları bilmirdi. Bunu heç Bibiliya İudasının özü də bilmirdi. Dronqo xatırlatdı. Hər satqın əmindir ki, onun bütün işləri qaydasında olacaq. Hər şey keçib gedəcəkdir. Həm də onların heç biri 30 srebrennikdən əlavə satqınlıqları müqabilində öz xüsusi haqlarını alırlar. Son zamanlar bu başa çağılan ənənəvi yoxlanış atəşidir. İlin əl telefonunu çıxartdı, Fedosayevin nömrəsini yığdı. Biz onu tapdıq, o xəbər verdi. Bəli, öz mənzilində. Onu bu gün səhər öldürüblər. Xeyr, milis artıq gəlib. Mən getməliyəm, Andrey generala söhbətini bitirdikdən sonra Dronqa astadan dedi. Mənim buralarda gözə görünməyə və şahid qismində ifadə verməyə qətiyyən həvəsim yoxdur. Bu işdə mənim iştirakım onsuz da artıq çox adama bəllidir. Ancaq qətlə yetirilənlərin cəsədinə baxmaq istərdim. Sizə nəsə aydın deyil? Xarakterə keç. 3 atəş, kürəyə, adam pəncərənin qarşısında dayananda sinəsinə, o döşəməyə yıxılanda bir də başına açılmış yoxlanış atəşi. Bu sənə nəyəsə xatırlatmır? Başa düşmədim. İlin qaşqabağını tökdü. Siz nə danışırsınız? İrina Maksimenkonu belə qətlə yetiriblər. 3 atəşlə ikisini bədəninə, birini baş nahiyəsinə. Özü də hər iki halda birinci atəş kürəyə açılmışdır. Görünür qatil üzə güllə açmağı sevmir və qurbanın onu arxa çevirməsini gözləyir. Siz düşünürsünüz ki, qatil hər iki halda eyni adamdır? Sarsılmış İlin təşvişlə soruşdu. Dəstxət eynidir. Çox güman ki, bu elə həmin adamdır. Sürücünün qətli üçün onlar çətin ki, muzlu özcə çilləri tutaydılar. Öldürülənin geyiminə bax, o heç şalvarını da düzgün düymələməyə macal tapmayıb. Görünür, qatil ona sübh tezdən zəng edib və Leonid əlüstü geyinərək qapını açıbmış. Bundan nəticə çıxarmaq olar ki, o öz qatilini üzdən tanıyırmış, onunla tanışlığı var imiş. Bu isə sizin sürücünüzün qətlə yetirilən qadınla tanış olması və oteldə baş vermiş həmin faciə ilə əlaqəli olmasını sübut edən inkar edilməz amildir. Şübhəm yoxdur ki, qatil hər iki hadisədə eyni adamdır. İndi sənin vəzifən daha müvəkkilinin diqqətini bir dəqiqələ yayındırmaqdır ki, mən qətlə yetirilənin cəsədinə baxa bilim. Mən indi o bir otağa çağıraram. Andrey pıçıldadı. Hansısa bir şüşəni sındıraram, o da oraya qaçar. Amma siz cəld olun. İlyin o bir otağa keçdi və tezliklə oradan sınmış şüşənin özünə məxsus səs eşidildi. Axı mən xəbərdarlıq etmişdim ki, heç nəyə toxunmayasınız. O bir otağa cuman sahə müvəkkili geyzləndi. Dronqo özünü qətlə yetirilənə tərəf atdı. Əyilib onun ciblərini axtarmağa başladı. Elə əhəmiyyətli bir şey yox idi. Cib yaylığı, bir qədər pul. O ətrafa boylandı. Ehtiyatda vur-tut bir neçə saniyəsi qalmışdı. Nə üçün qətlə yetirilən şəxs pəncərənin önündə dayanmışdı? Nəyə görə yataq otağına girmiş və özünü pəncərəyə tərəf atmışdı? Əgər o artıq başa düşmüşdüsə, onu öldürməyə gəliblər. O zaman instinktiv olaraq qapıya tərəf qaçmalı idi. Pəncərəyə tərəf yox.
Drongo pəncərədən aşağı baxdı. Buradan tullanmazsan. Bəs iş nədədir? Tez ol. Burada, yəni pəncərənin yanında Leonid üçün hər şeydən dəyərli nəsə olmalı idi. Təsadüfi heç nə olmur. O yataq otağına qaçmış və bu anda da onun arxasınca hücum çəkən qatil atəş açmışdı. Nə üçün sürücü məhz pəncərəyə tərəf tullanmışdı? Lənət şeytana, vaxt demək olar ki, tükənmişdir. Tez düşünmək gərəkdir. Drongo yan yörəsinə boylandı. Pəncərə altında qələm, saat qoyulmuşdu. Heç nə yoxdur. Cəld. O əyilib əlinin pəncərə altının aşağısına sürtdü. Nəsə yapışan şey kaset idi. Özüdür ki, var. Skotsla möhkəmlənmiş maqnitofon kaseti. Kaseti qopardıb cibinə dürtəndən sonra geri çevriləndə saha müvəkkili artıq otağa daxil oldu. Pəncərədən kənara çəkilin. Saha müvəkkili qəti şəkildə dedim. Bu, ömründə birinci dəfə belə bir qətl hadisəsi ilə üzləşmiş və pəncərənin yanındakı cəsədə baxmamağa çalışan lap sütül bir leytenant idi. Hə, əlbəttə, üzr istəyirəm. Drongo öldürülən şəxsdən aralandı. Otaqdan çıxarkən o iliyini gördü və sakitcə ona təşəkkür etdi. Minnətdaram. Hər şey qaydasındadır. Burada qal. Mən isə Savva Afanasyeviçin yanına gedirəm. Bir şey aşkar etdiniz, deyə İlyin maraqlandı. Deyəsən tapdım. Göz ol ki, adımı şahidlərin siyasında salmasınlar. Onsuz da burada ifadə verə biləcəyi adamlar çoxdur. Həm də ehtiyatlı ol. Bu gün və üzümüzə gələn günlər biz sənin şefinin ofisində gecələyəcəyik. Ümid edirəm ki, bu sənin xatirindədir. Mən gələcəyim, İlyin gülümsüdü. Siz də ehtiyatı əldən verməyin. Hər şey ola bilər. Drongo tələsik mənzili tərk etdi. Onun cibində Leonidin həyatını risk altına qoyaraq çox bel bağladığı kaset var idi. Nə idi bu? Onun alibi? Yoxsa fidyə vermək üçün istifadə edəcəyi əşya? İndi ona yalnız ofisə getmək və kaseti dinləmək qalırdı. Drongo əlini qaldırdı və meyidi axtararkən sağ qolunun qana bulaşdığını görüb dilxor oldu. Elə bircə bu çatışmırdı. O əsəbi halda düşündü. Təcili əynimi dəyişməliyəm. Əks halda bu bədbəxtin ölümünü də ayağıma yazacaqlar. 4-cü gün. Onlar generalla bircə oturub Drongo'nun gətirdiyi kaseti dinləyirdilər. Orada sürücünün naməlum bir adamla Leonid onu bir neçə dəfə Arsen çağırmışdı. Söhbəti yazılmışdı. Başa düş Leonid, gizlənmişdi. Həmişə gözə girmək olmaz. Hamı o dəqiqə başa düşəcək ki, qızı sənin yanına mən gətirmişəm. Heç nə başa düşməyəcəklər Arsen. Boğul səslə danışırdı. Hər şey yaxşı olacaq. Vurnuxmasan, hər şeyi necə lazımdır eləyərik. Necə lazımdır, əsəbləşmiş Leonid cavab qaytardı. Heç olmasa, sən özün qanırsan ki, səninlə hansı işi əl atmışıq, əgər kimsə xəbər tutsa, bizi tikə-tikə doğrayacaqlar. Doğramazlar. Elə bilirsən, bəs Moskvada təkcə sənin sahibin hökmranlıq eləyir. Buranın elə sahibləri var ki, səninki onların ayağının tozu olanmaz. Sadəcə olaraq, onlar əllərini bulaşdırmaq istəmirlər. Ona görə də İrişkanı göndərdilər. Əgər istəsəydilər, çoxdan onu özünün bir künc bucaqda cəhənnəmə vasil edərdilər. Hünərin var, onu tap. Leonid etiraz etdi. Sənin bizim mühafizəmizdən xəbərin var. Elə bizim generalımız da zirək kişidir. Ona əl atmaq hər oğlun hünəri deyil. Amma əhəmiyyətsiz bir şey qarmağa keçdi. Arsen etiraz etdi. İstəsən, hər bir adama yol tapa bilərsən. Prezidentə öldürürlər, sənin sahibini kim dılğır onların əlində nədir ki? Sən ciddi danışırsan, deyirsən ona güllə atacaqlar, hələ ki atmayacaqlar. Əgər hər şeyi düzgün etsək və İrina ilə işi yerli yerində düzüb qoşsaq, amma əgər höccətliyinə salsa, onda ölümünə gözü qarşısını alsın. Bir anın içində tozunu göyə sovuracaqlar. Bəs İrinanın aqibəti necə olacaq? Heç nə olmayacaq. Onlar haradasa lentə alacaqlar və sonra fotoşəkilləri sənin şefinə də göstərəcəklər. Ona nə etməli olduğunu izah edəcəklər. Amma əgər istəməsə, fotoşəkillərini televiziyaya nümayiş edəcəklər. Ya da qəzetdə çap edəcəklər. Qəzetlər indi belə şeyləri dərc etməyi xoşlayırlar. Bilirsən necə maraqlı olacaq? Bu yaxınlarda bir nazir pis günə qaldı. Hamamda qızlar da kefdə idi. Hamısını kamera ilə lentə almışdılar. Nümayiş etdirilən kimi isə o dünyalıq oldu. Nazirin buna nə dəxli var? Leonid çox düzgün olaraq yerində xatırlatdı. Elə fikirləşirsən ki, mənim sahibimi belə fotoşəkillə yıxa bilərsiniz? O şəhərin yarısını qadınların əlindən keçirdib. Bütün Moskva bu barədə bilir. Bilirsən, necə aktrisalar, necə cananlar olub onun aşinası? Özüm onun yanına aparmışam. Amma siz onu İrina ilə ilişdirmək istəyirsiniz. O axı hamın həmin qızla indi bir nömrədədir.
Arsen xatırlatdı. Bir də demək ki, bizdə heç nə alınmayacaq. Bu səninlə mənim işim deyil. Bizim işimiz o dərəcədə böyük deyil. Gətirdin, apardın, tanış elədin və sürüşdün. Pul alacağıq, şah kimi dolanacağıq. Əgər sən mənə kef gəlməsən, Leonid hədə qorxuya keçdi. Özün bilirsən ki, mən səni heç vaxt aldatmamışam. Haçan qızlar lazım olub, həmişə sənə müraciət etmişəm. Mənim sahibim də fahişələrdən ötürü sənə yaxşı əl-muzdu verib. Amma indi, Arsen, sən aldatsan, mən hamısını ona açıb danışacağam. Qorxutma. Arsen sərt şəkildə cavab qaytardı. Sən məni tanıyırsan, mən səni pis vəziyyətdə qoymayacağım. Hər halda o Arsenə inanmayıbmış. Drongo dedi. Ona görə də bunları lentə alıbmış. Görünür sığortalanmaq üçün sən yox, Leonid davam etdirdi. Bəs onlar necə? Bəlkə aldadacaqlar. 100.000 az pul deyil. Belə pullara görə adam özünü asar. Ağciyər olma. Səninlə mən daha çox alacağıq. İndi qız çoxdur. İşimiz başdan aşır. Arsen sevincək səsləndi. Amma sən hər işini səliqəli gör. Hara deyir, orada apar. Bir də artıq əski sual mual vermə. Bilirsən, o nə məğrur qızdır. Onlar hamısı məğrurdurlar. Leonid yağlı bir söyüş söydü. Yox, elə deyil. O bizim yüksək səviyyələrimizdəndir. Bu sənin üçün Tiver küçəsindəki uzun fahişələrdən deyil. Nə fərqi var? Onunla mən yaşamayacağam ki. Heç o özü də mənimlə danışmır. 2 dəfə söhbət etməyə cəhd göstərmişəm, özünü çəkib oturub. Güya ki, onun hansı yuvanın quşu olduğunu bilmirəm. Bilirsən, Arsen əsəbi donquldandı. Sən hamısını bilirsən, amma bura bax, dilini qısa elə ki, sonradan sənin birtəhər etməsinlər. Birinci söhbət bitdi. Özünə məxsus xışıltı eşidildi. Sanki boş lenti fırladırdılar. Çöppək oğlu Fedoseyev yumruğu ilə masanın üstünə vurdu. Onun üçün təhlükəsizlik xidmətinin əlinin altında düz şirkətin prezidentinin özünün sürücülərindən birinin ələ alınması çox ağır idi. Mən bunu anlamalıydım. Savva Afasanyeviç acı-acı tələffüz etdi. Biz axı bilirdik ki, Aleksandr Mixaylovicə qızlar o tapır. Qonaqlar bağda qalanda və ya harasa yemək içməyə gedəndə qızların dalınca Lyonla gedərdi. Zənnimcə orada daha bir yazı var. Drongo tanış səsləri eşidib dedi. Axı sən demişdin ki, heç nə olmayacaq. Leonid qışqırırdı. Axı sən demişdin ki, onlar ancaq görüşəcəklər, amma qızı öldürdülər. Kim onu öldürdü? Mən haradan bilim? Sənin şefin öldürüb də. Mən elə bir odla alovlu qız tapmışdım ki, gözəl, tələbə, hamının ondan xoşu gəlsin. Sənin əbləhin onu öldürdü. Qız onu bezdirib, o da qızdan yaxasını qurtarmaq fikrinə düşüb. Boş-boş çərənləmə. Leonid əli ilə hər yandan üzülmüş halda qışqırdı. O necə öldürə bilərdi? O ki zırrama deyil, öldürüb. Sonra da vizit kartı kimi otağında yadigar qoyub gedib. Başına hava gəlibmiş, hə? Onu qəsdən öldürüblər və nömrədə qoyublar ki, Aleksandr Mixayloviçin boynuna qoysunlar. Elə bilirsən, mən heç nə başa düşmürəm. Sən hər şeyi əvvəldən bilirmişsən. O qızın öldürüləcəyini və nömrədə qoyacaqlarını bilirmişsən. Mən heç nə bilmirdim, Arsen etiraz etdi. Mən ancaq qızı göndərmişəm, həmişəki kimi. Yaxşı qız tapmışam və sənin şefin üçün göndərmişəm. O isə qızı gəbərdib. Vəssalam, şüd tamam. Gəbərdib, sonra qorxusundan şalvarına batırıb Parisə qaçıb. O qızı öldürməyib, Leonid əsəbləşirdi. Qız çimən anda necə onu öldürə bilərdi? Biz onların dalınca gəldik, onlar hələ sağollaşırdılar. Sonra vann otağına daxil oldu və dəhlizə çıxdı. Qız bilirsən ona necə xoşuna gəlirdi? Onlar görüşmək üçün razılığa gəlmişdilər. Sən özün vann otağına girmişdin? Arsen soruşdu. Özün o qızı sağ görmüşdün, bəlkə sadəcə olaraq orada su gəlirdi və yaxud orada başqa arvad var idi. Mən nömrədə olmuşam, çamadanlar üçün getmişdim və heç yerdə meyit görmədim. Bəlkə o qəsdən sizi çağırıb ki, onun üçün alibi edəsiniz. Bəlkə o qızı öldürüb sonra da vanna otağında saxlayıb, ona görə də suya açıb buraxıb. Amma siz çıxıb gedəndən sonra otağa aparıb ki, o alçaqdan şübhələnməsinlər. Alçaq sən özünsən, Leona çıxırdı. Amma kim onu öldürə bilər? Mən deyirəm də, elə sənin şefin də öldürüb. Onu aeroporta mən özüm aparmışam. Qız sağ idi. Sürücü təkrar edə-edə durmuşdu. Sağ idi. Bəlkə o aeroportdan qayıdıb və qızı da sonradan öldürüb, nə bilirsən? Onun üçün maşın tapmaq çətindir bəyəm. Bəlkə də o sənin haqqında hər şeyi bilir və sənin özünü zərbə altında qoymaq istəyir. Mən nə etməliyəm? Leonid soruşdu. O açıq-aşkar hirslənib vurnuxurdu.
Lakin o düzgün mülahizə yürütmüşdü ki, belə plyonka onun günahsızlığını sübut edə bilər. Heç olmasa Aleksandr Mixayloviçin qarşısında məhz ona görə də o bu yazını lentə almışdı. Heç nə, sənin heç bir günahın yoxdur. Sənin işin çox da böyük deyil. Gətirdin, apardın. Amma bu iş haqqında nəsə təzə xəbər eşitsən, dərhal mənə çatdırarsan. Tezcə mənə zəng edərsən, mən özüm nəsə fikirləşib taparam. Plyonka bitdi. General ağır-ağır köks ötürdü və ana söyüşü söydü. Leonidin söhbət əsnasında işlətdiyi söyüş kimi. Bu sübut deyil, Drongo fikirli-fikirli dedi. Qəzetdə əsasən mən belə düşünmüşdüm ki, Aleksandr Mixayloviçin günahsızlığı sübut olunur. Amma əslinə qalsa, bu qəzet Leonidin bu çirkin işlə birbaşa əlaqədə olduğunu və qətldə əli olmadığını göstərir. Müstəntiqlər burada belə nəticəyə gələ bilərlər ki, Aleksandr Mixayloviçin doğrudan da qızı öldürmüş, məsuliyyətdən qorxaraq qaçmışdır. Konkret heç nə yoxdur. Qaşqabağı yeri süpürən Fedoseyev razılaşdı. Mən bu mənfur çuğulu öz əllərimlə artıq gecdir. Drongo etiraz etdi. Onu artıq kimsə başqası öz əlləri ilə aradan götürmüşdür. Onu artıq indi qarşımızda qoyulan məsələ daha konkret. Bu Arsenin kim olduğunu müəyyənləşdirmək, söhbətdən belə bəlli olur ki, o yarı ara düzəldəndir. Ya da ki, sustenyor. Güman edirəm ki, siz onun qızları necə hazırladığı və sifarişlə yerinə çatdırmağı barədə dediklərinə fikir verdiniz. Deməli, şübhəlilər dairəsi həddində artıq məhduddur. Qoy sizin adamlarınız onu sustenyorların və ara düzəldənlərin arasında axtarsınlar. Əgər onu Aleksandr Mixayloviçin dostanışları üçün qız tapmağa görə müraciət ediblərsə, onda o kifayət qədər məşhur adamdır. Mən belə başa düşdüm ki, orada söhbət doğrudan da say seçmə nümunələrdən də gedirdi. Axtararaq, Sava Afanasyeviç razılaşdı. Artıq bu alçaqların axtarışlarına məndə adam qalmayıb. Cəmisi isə bir neçə günümüz qalıb. General təşvişlə xatırlatdı. Belə düşünürsünüz ki, çatdırarıq. Çatdırmalıyıq. Drongo cavab verdi. Heyf ki, Leonidi əldən buraxdıq. Onu hələ dünən axşam sorğu-suala tutmaq lazım idi. O bizə əla köməklik göstərə bilərdim. Amma yazıya görə qızın qatilini tanımır. Burada da nəticəyə gəlmək olar. Ya özünü çılpaq çiyini və çapığı ilə Aleksandr Mixayloviçi təsvir edən qatil Arsenin özüdür, ya da onun dostanışlarından biridir. İstənilən vəziyyətdə Arsen sürücünün mənzilində bu gün səhər peyda olub. Siz nəyə görə bu qərara gəldiniz? Leonid hər gələnə qapı açmazdı. O qapını açıb və içəri öz tanışını və yaxud tanışlarını buraxıbmış. Başa düşsən də isə onu öldürəcəklər. Özünü instinktiv olaraq pəncərəyə, kaset gizlədilən yerə tərəf aptıb. Arsen yəqin ki, evdə imiş. Bəlkə də zavallı oğlan düşünüb ki, Arsen onu qoruyar, ona görə də biz mütləq bu Arseni tapmalıyıq. Bütün Moskva bizə güləcək. Səsindən generalın narazı qaldığı hiss olunurdu. Mənim uşaqlarım indi də gərək sustenyorları axtarsın. Başqa çıxış yolumuz yoxdur. Drongo onun sözünü kəsdi. Əks təqdirdə biz həqiqətən də hər şeyi itirəcəyik. Bir neçə gün qalıb. General sizin adamlarınızın operativliyindən çox şey asılıdır. İndi saat 8-dir. Tezliklə Lisakov evinə gedəcək. Mən tələsməliyəm. Silahınız var, tapanca var. Güllələrimi isə bildiyiniz kimi əlimdən alıblar. Mən göstəriş verərəm ki, sizə güllə versinlər. Daha nə lazımdır? İstəyirsinizsə öz əməkdaşlarımdan verə bilərəm. Fedoseyev böyük əlicənablıqla təklif etdi. Xeyr, Drongo gülümsədi. İstəmirəm. Əgər Lisakovla söhbətimiz əsnasında nəsə xoşa gəlməz bir şey baş versə və sizin adamlarınız da orada olsa, Aleksandr Mixayloviçin tutduğu nömrədəki qalmaqaldan daha səs-küylü bir mərəkə qopacaq. Təsəvvür edirsinizmi, sizə düşmənçilik münasibəti bəsləyən qəzet və jurnallar baş inspektor milis mayorunun qətlində əlləri olan sizin əməkdaşlar barəsində necə məmnuniyyətlə yazacaqlar. Belə qalmaqaldan sonra istənilən hərrac alt-üst edilmiş hesab oluna bilər. Bəli, general razılaşdı. Yəqin siz haqlısınız və mənə kasetlə bircə balaca bir cip maqnitofonu da hazır edilsin. Yaxşı olardı ki, 2 kasetlə. Onların birində həmin söhbətin köçürülmüş surəti olmalıdır. Mən onu elə bu dəqiqə köçürdərəm. General təklif etdi. Çox yaxşı. Drongo yenidən saatına baxdı. Bizim vaxtımız doğrudan da çox azdır. Tapancaya əlbəttə ki, əgər tez tapa bilsəniz, səs boğan əlavə etməyi unutmayın. 4-cü gün. O artıq 3 saat idi ki, evin yanında gözləyirdim.
Hava çox sərin idi və Drongo çox heyfsləndi ki, gödəkcəsini götürməyib. Amma evə qayıtmağın mənası yox idi. Yuxusuz gecədən sonra dəhşətli baş ağrı ona aman vermirdi. Heç əyləşdiyi oturacaqdan qalxıb xiyabanda gəzişməyə belə taqəti yox idi. Oturacaq isə lap həyətin girişi ilə üzbəyiz yerləşirdi və o Lisakovun maşınına içəri daxil olan kimi görə bilərdi. Bu müddət ərzində artıq öyrənib bilmişdi ki, mayorun tünd 09-u var və adətən işə onunla gedib gəlir. Baxmayaraq ki, yazın burnu qanamışdı, amma gecələr çox soyuq olurdu və Drongo dilxor alnını ovuşdurdu. Dazlaşmağa başlayan qoruyucu təbəqədən məhrum olmuş baş nahiyəsi soyuq havada papaqsız bayıra çıxan kimi ağrımağa başlayırdı. Drongo nə kepka, nə beret, nə də şilyapa xoşlamırdı. Ona görə də başı tez-tez ağrıyırdı və bu baş ağrıdan qurtulmaq üçün yeganə çıxış yolu tanış gürcə diplomatının ona bağışladığı zıvan keçə papağı idi. Təbii ki, o papağı əməliyyatda götürməmişdi. Küçədə hava get-gedə soyuyurdu və Drongo yenə də gicgahlarını ovuşdurdu. O kədərlə düşündü ki, cinayət axtarışında müddətsiz iş rejimi sübhədək davam edə bilər. Fikirləşmək üçün vaxtı kifayət qədər də idi və o murçuların işi haqqında düşünməyə başladı. İndiki dövrdə bu iş birtəhər dözüb sağ qalmaq uğrunda idi, az maaşlı və az nüfuzlu. Baş müfəttişlərin özlərini işdə saxlamaları üçün iki yolları var idi. Ya dişlərini qızırdararaq bütün məişət və mənəvi nöqsanlara dişlərini göz yumub fədakarlıqla çalışmaq, ya da ki, vicdanını itirib işdən təkcə mənəvi deyil, həm də cinayət axtarış müfəttişlərinin adı əmək haqlarının həcmini ötüb keçən maddi zövq almaq, müfəttişlərin bir qismi birinci təsnifata, çox hissəsi isə ikinci təsnifata aid idilər. Elələri də var idi ki, onları hər iki kateqoriyaya aid etmək olardı. Belə adamlar doğrudan da öz həyatlarını risk qarşısında qoyur və işdə qan-tər tökürdülər. Amma yeri gələndə fürsəti fövdə vermir. İmkan olan kimi azmaz pullu işdən daşbaş qopardırdılar. Görünür, Lisakov belələrindən idi. Nəhayət saat 12-nin yarısında Drongo mayorun tünd rəngli 09-unun həyətə daxil olduğunu gördü. Sükan arxasında Lisakov özü idi. Maşının salonunda ondan savayı heç kim yox idi. Lisakov həyətə girdi, avtomobildən düşdü, qarajın qapısını açdı, sükan arxasına keçib üsulluca qaraja sürdü, işığı yandırdı, darvazanın bir tayını örtdü, açarı çıxartmaq və qapını siqnalizasiyaya qoyub örtmək üçün maşına yaxınlaşdı və bu anda qapının ikinci tayının çırpıldığını eşitdi. Lisakov çevrildi. Əli silahlı Drongon qapının ağzında dayanmışdı. Axşamınız xeyir, deyə Drongo salamlaşdı. Evə gec qayıdırsınız. Lisakov qorxaq adam değildi, özünü itirmədi də. Gözləri qəzəblə alışıb yanaraq siqnalizasiyanın düyməsini basmaq üçün əlini uzatdı. Əgər o cəld tərpənib əyilməyə macal tapsa, Sirenə bütün qonşuları onun maşınına hücum edilməyindən xəbərdar edəcəkdi. Amma dünən düz burnunun qabağında qurtulub getmiş, onu yandırıb tökmüş bu tip qabaq düşə, yəni güllə ata bilərdi. Lisakov bunu çox aydın anlayırdı. Bir addım dala Drongo tapancasını yellədərək əmr verdi. Mayor həsrətlə siqnalizasiyanın düyməsinə baxdı və belini dikəldib şax duraraq arxaya çəkildi. İndi isə ehmalca sağ əlinizin iki barmağı ilə tapancanızın çıxardın və onu yerə atın, deyə Drongo davam etdi. Qabaqcadan bildirirəm. Balaca bir qeyri-dəqiq hərəkət görən kimi xəbərdarlıq etmədən atəş açacağam. Yeri gəlmişkən, əgər fikir verdinizsə, tapancam səs boğanlardır. Heç mənim acıdığım atəş səslərini işdən olmayacaq. Lisakov əlini sol çiyninin altında qoburda asılmış tapancasına tərəf uzatdı. Sakit, Drongo xatırlatdı. Çox ehtiyatla və ehmal. Hər halda mayor risk etmək istədi. O, orta barmağını qaldırıb tapancanı qapmaq istədi və başının üstündə atəş səsi eşidildi. Drongo düşünmədən atəş açdı. Boğuq səslə güllə səsi eşidildi. Lisakov barmağını qaçırdıb tapancanı yerə atdı. Lap başı xarabmış. Mayor onun qarşısında dayanan adama baxıb donquldandı. Heç təsəvvür edə bilməzsiniz ki, necə, deyə Drongo başı ilə təsdiqlədi. Dünən əlinizdə tapanca, pasportumu cırmaq istəyən və karserinizə damlamaq fikrinə düşən siz idiniz. Əgər qarışıq salmıramsa, deyəsəm, hətta kabinetinizdə də məni döymüşdülərdi. Buna baxmayaraq mən kinli deyiləm. Sizə cəmi 3 sualım var.
Təminat sizin həyatınızdır. Ya suallara cavab verirsiniz, ya da ki, sabah səhər sizi bu qarajda ölü tapırlar. Hamı başa düşəcək ki, bunu sən eləmisən, mayor nifrətlə pıçıldadı. Buna əmin deyiləm. Birinci alibim var. Bu barədə qabaqcadan düşünmüşəm. İkinci, məndə diplomatik pasport var. Deməli, həbs etsələr də uzaqbaşı Rusiyadan çıxaracaqlar. Üçüncüsü, ümid edirəm ki, sabah səhər mayor Lisakov haqqında bugünkündən daha çox bilməyəcəklər. Mayor qımışdı. Hədə qarxa gəlirsən? Yox, sadəcə olaraq məlumat verirəm. Məndə maraqlı bir lent yazısı var. Bu nömrəsində qətlə yetirilən qadın tapılmış iş adamının sürücüsünün və həmin qadını oraya gətirən adamın söhbət yazılmış plyonkadır. Qulaq asmaq istəyirsən? Nə yazı? Lisakov başa düşmədi. Drongo cavab əvəzində sol cibində balaca maqnitofon çıxartdı və onu düz maşın kapotunun üstünə qoyub yandırdı. Leonidin və Arsenin səsi eşidildi. Mayor başını azacıq əyib, sanki plyonkanın bu təhlükəli adamın əlinə necə düşməsi haqda mülahizə yürütməyə çalışaraq diqqətlə söhbəti dinləyirdi. Drongo isə öz növbəsində söhbəti dinləyən zaman əsrin sifətindəki cüzi dəyişiklikləri izləyərək diqqət kəsilmişdi. Birinci lent yazısı qurtardı və Drongo maqnitofonu söndürdü. Bu hamısı deyil, o gülümsəyərək izah etdi. Arxasını dinləmək istərdiniz, yoxsa sözümə inanırsınız? Sənə nə lazımdır? Yaxşı, xoş, sehirli nağıllarda olduğu kimi üçcə istəyim var. Bunları yerinə yetirsəniz və mən də qeyb oluram. Sizi tapancanız və maşınınızla tək qoyuram. Yeri gəlmişkən, lütfən tapancanızı ayağınızla maşının altına itələyin. Görürəm ki, ona necə çəpəki baxırsınız. Cəhd edirsiniz ki, görəsən, hoppanıb silahı götürə, mən tətliyə çəkməzdən əvvəl atəş aça bilərsinizmi? Sizi inandırım ki, çatdırmayacaqsınız. Ona görə də bu fikirdən vaz keçin. Tapancanı ayağınızla avtomobilin altına itələyin. Lisakov dişlərini qıcadı. Amma cavab qaytarmadı. Sadəcə olaraq ayağı ilə tapancayı bir təpiyi çəkdi və o maşının altına uçdu. Lisakov qəsdən təpiyi bərkdən vurmuşdu. Tapanca divara dəydi və geri maşının altına da olsa lap mayorun ayağının yanına tərəf qayıtdı. Drongo öz işində idi. Sol əli ilə kaseti götürüb sağ əli ilə cibindən digərini çıxartdı və maqnitofonu yazmağa qoşdu. Hansı suallar? Lisakov xırıldadı. Kameranı qoymaq və götürmək göstərişini sizə kim vermişdi? Siz bunu nə vaxt etdiniz və Arsen kimdir? Lisakov susurdu. O necə deyəcəyi haqda fikirləşmək istəyirdi. Lakin ona tərəf tuşlanmış tapanca açıq-aşkar əsəblərini işləyirdi. Təminatım var, deyə mayor ağır-ağır nəfəs alaraq soruşdu. Mənim sözüm. Drongo qəti şəkildə dilləndi. Fikrimcə, bu artıqlaması ilə kifayətdir. Sizdən fərqli olaraq mən heç vaxt sözümün dalından qaçmıram. Mən kameranı qoymamışam və bunu kim edib bilmirəm. Bu birinci cavab. Amma siz onu götürmüşdünüz? Hə, mayor başını tərpətdi. Kameranın götürülməsi haqda sizə kim göstəriş vermişdi? Lisakov dinmədi, dodaqları yaladı, gözlərini qırpdı. Yox, dilləndi, deməyəcəm, vura bilərsən. Siz kameraya nə vaxt çıxartmışdınız? Drongo ona siz deyə müraciət edirdi. Bu onu daha da əsəbləşdirərək çaşbaş salırdı. Qətl günü. Mən otaqda tək qalmışdım. Şəkilə yaxınlaşdım və kameranı çıxartdım. Axşam şəklinin altında qalan divarın hissəsini nəzərdən keçirən və naqilləri kamera üçün yerliyi tapmış Kaptevanı gördüm. Ona dedim ki, heç kimə heç nə deməsin. Arsen kimdir? Bilmirəm. Yəqin Stenyordur. Mən də elə xırda-mırda adamlarla oturub durmuram. Drongo düşünürdü ki, Lisakova əməliyyatçılara xas məntiqli təhlil xasdır və plyonqaya yazılan söhbətdən düzgün nəticələr çıxarmağı bacarıb. Yaxşı, Drongo başını tərpətdi. Siz 2 yarım suala cavab verdiniz. Cəmi cümlətanı birinci sualın yarısı qalmışdır. Deməli, kameranı çıxartmaq əmrini sizə kim vermişdi? Mən deməyəcəm. Lisakov inadla öz dediyinin üstündə durdu. Orada plyonka var idi? Yox, plyonkanı artıq çıxartmışdılar. O boş idi. Kameranı kimə verdiniz? Heç kimə. Mənə demişdilər ki, onu çıxardım və sındırım. Elə də etdim. Dərhal xıncım-xıncım etdim. Müxtəlif tərəflərə səpələyərək çayda batırdım. Mən yenə də həmin sualı təkrar edirəm. Sizə kameranı çıxartmaq göstərişini kim vermişdi? Və yaxud, madam ki, belə istəyirsiniz, kameranı sındırmaq tapşırığını kim vermişdi? Lisakov israrla cavab verdi. Yox, deyə bilmərəm. Məni dərhal öldürərlər. Heç nə söyləyə bilmərəm. Söz verirəm ki, bizim söhbətimiz haqda heç kim heç nə bilməyəcək. Yox,
deyə Lisakov yenə də inatçılıqla təkrar etdi. Onlar məni tapıb öldürəcəklər. Belə düşünürsünüz ki, siz mənim öldürməyim daha yaxşı olar? Bacarmaram. Lisakov dərindən köks ötürdü. Bacarmaram. Yeri gəlmişkən, hələ şəklin altındakı gizli yer haqda heç nə danışmamaq tapşırığınızı almış, bunu təsdiq edəcək Kaptevada qalır. Lisakovun sifətində bir kölgə keçdi və sanki gülümsəmək istəyirdi. Dronqo hiss etdi ki, gülləsi boşa getdi. Lap yerinə düşdü. Dronqo başa düşdü ki, bu kozunu da ondan dartıb qopartmaq lazımdır. Biz onunla olan söhbəti də yazmışıq. Ona görə də canınızı qurtara bilməyəcəksiniz. Bax, indi Lisakov gərildi, əməlli başlı gərildi. Söhbətin ifadəsi dəyişdi. Qarşısında dayanmış adama qeyzlə baxdı. Mənə onunla adını bilmək lazımdır. Dronqo saata baxdı. Vaxt itiririk, mayor. Adı öyrənməyincə buradan getməyəcəm. Polkovnik Lisakov pıçıldadı. Polkovnik Savelyev, bizim idarənin rəisi. Çox yaxşı. Dronqo cibindən mobil telefonu çıxardıb nömrəni yığdı. Axşamın xeyir. Dronqonun zəngini gözləyən İliyinə salamlaşdı. Biz hal-hazırda mayor Lisakovla söhbət edirik. Rica edirəm, zəhmət olmasa, yoxla gör, dostumuzun idarəsinin rəisi vəzifəsində məhz kimi işləyir. Məni onun soyadı gərəkdir. Lazım deyil, səsi batmış Lisakov dilləndi. Yalan deyim, yalan dedim. Yoxlamaq lazım deyil. Bizdə belə polkovnik yoxdur. Yoxlamaq lazım deyil deyə Dronqo məmnun bir səslə xəbər verdi. Deyəsən, dostumuz hər şeyi bizə danışmağa hazırdır. Ehtiyatlı olun, İlyin sağollaşarkən dedi. Deməli, mənə yalan dediniz. Bəlkə nəhayət açıb deyəsiniz ki, kamera haqda kim göstəriş verib? Kimin əmrinə görə kameranı sındırmısınız? Mənə adı bilmək lazımdır. Cəld ol, Lisakov. Biz vaxt itiririk. Mayor açıq-aşkar bir-birinə zid hisslərlə baş-başa qalmışdı. O tərəddüd edirdi. Əgər aydın deyilsə, mən vəziyyəti izah edə bilərəm. Yalan danışmağın heç bir mənası yoxdur. Siz onsuz da nüfuzdan düşəcəksiniz. Üstəlik, kimsə mənimlə əlaqələrinizdən danışacaq. Tez qərara gəlin, mayor. Vaxtımız azdır. Sən atəş açmayacaqsan ki, mayor hələ də tərəddüd edirdi. Açmayacağam. Bu ki səfehlikdir. Məntiqə də uyğun deyil. Soyadı söyləyəcəyiniz təqdirdə sizi nəyə görə öldürməliyəm? Ancaq şəxsi qərəzliyə görə. Amma artıq sizin kabinetdə necə döyüldüyümü unutmuşam. Düzdür. Qabırğalarım hələ də ağrıyır. Nəhayət ən əsası. Oteldəki qadının qətlini düzüb qoşan, həyata keçirən bir şahidlərdən yaxa qurtarmaq fikrinə düşüblər. Plyonqada səsin eşidildiyini Leonid bu gün səhər öldürülüb. Əgər istəyirsinizsə qətl törədilən ünvanı deyə bilərəm. Siz isə sözlərimin doğruluğunu əmin olmaq üçün həmin dairənin milisinə zəng edərsiniz. Siz nahaq bu işi baş qoşmusunuz, Lisakov. Yeganə şansınız isə həqiqəti mənə söyləməkdir. Onu öldürüblər. Lisakov qulaqlarına inanmadı. Mən ünvanı deyim, siz isə zəng edə bilərsiniz. Mən onu öldürüb, söndürüb, külü ilə oynamıram. Onu bu gün səhər öldürüblər. İrina kimi güllələyiblər. Bədəninə 2 güllə, yoxlama atəşi isə başına vurublar. Mayor susurdu. O, belə vəziyyətdə necə hərəkət etməli olduğunu götür-qoy edərək dayanmışdı. Dronqo öz əsirinin vəziyyətini anlayaraq onu tələsdirdi. Yaxşı, nəhayət Lisakov qərara gəldi. Mən deyəcəyəm, mən sizə deyərəm. Amma o bilməməlidir ki, bunu mən söz verirəm. Adını söyləyin. Krivets. Podpolkovnik Krivets. O, Petrovkada şöbə rəisi vəzifəsində işləyir. Mən qabaqlar onun şöbəsində işləmişəm. Məni çağırtdırdı və dedi ki, oteldə kamera olacaq, boş kamera. Onu götürmək və sındırmaq lazımdır. Mən də belə elədim. Vəssalam. İndi yoxlayarıq. Dronqo yenə də telefonu çıxardıb nömrəni yığdı. Andriyuşa, o nəzakətli səs dilləndi. Yoxla, bax gör, Lisakov Petrovkada əvvəllər podpolkovnik Krivets adlı birisinin rəhbərliyi altında işləməyib ki, bəli, soyadı Krivetsdir. Tez yoxla və zəng elə hələlik. Siz söz vermişsiniz deyə Lisakov xatırlatdı. Mən ona əməl edəcəyəm. Əgər aydın olsa ki, doğrudan da onunla bircə işləmisiniz, mən gedəcəyəm. Amma sizin başqasını təhlükədə qoyduğunuz məlum olsa, məni başqası əvəz edəcək. O da ki, heç düşünmədən güllələyəcək. Doğrudanmı, mayor kameranı cinayət törədilən yerdən aparmaqla hansı oyuna girişdiyinizi hələ də dərk edə bilməmsiniz? Mən bilirəm ki, həmkarlarımız arasında axtarışlar, dindirmə, protokolların tərtibi, sənədlərin götürülməsi zamanı nəzərə çarpmayan qanun pozuntuları olur.
Ancaq bu tamamilə başqa bir şeydir. Bu kamera ilə siz yaman ilişmisiniz. İndi sizin maraqlarınızdadır ki, onların əli sizə çatanadək biz zirək tərpənib qatilləri daha tez yaxalayaq. Dünən mən sizə məhz bunu izah etmək istəyirdim. Siz isə məni heç eşitmək belə istəmədiniz. Krivets, Lisakov inatkarlıqla təkrar etdi. Kameranı aradan götürməyi mənə o demişdi. Bu inzibati xəta işi zamanı sizin arxanızda duran həmin adamdır. Siz hardan bilirsiniz? Lisakov qəzəbləndi. Elə bu andaca mobil telefon zəng çaldı. Dronqo aparatı yandırdı. Eşidirəm. Bəli, birisi var. İlin xəbər verdi. Həqiqətən əvvəllər Lisakovun rəis vəzifəsində çalışıb. Necə bilirsən? O düz danışır? Bilmirəm. Dronqo aparatı söndürüb cibində gizlətdi. Magnetofonu söndürüb onu da cibinə qoydu. Yaxşı, Lisakov. O sağollaşarkən söylədi. Çalışın bir neçə dəqiqə vurnuxmayasınız. Mən qapıdan çıxana qədər ən əsası isə söhbətimiz haqqında heç kimi danışmayın. Əks halda doğrudan da sizi əhatə edəcək saysız hesabsız düşmənlərdən yaxa qurtarmaq çox çətin olacaq. Bizim aramızda heç bir söhbət olmayıb. Amma əgər siz mənim əleyhimə nəsə tor qurub əngəl çıxartmaq fikrinə düşsəniz, bu danışıq dərhal idarənizə gedir. Zənnimcə sizə aydın oldu ki, mən hər şeyi lentə alırdım. Mürtəd Lisakov xırıldadı. Yox, ancaq təhlükəsizlik xatirinə, xasiyyətinizə bələd olduğumdan istənilən xəbisliyə gözləyə bilərəm. Bu gələcəyə təminatdır. Siz gələn dəfə yalnız və yalnız kefinizin istədiyinə görə sənədlərimi cırmağa cəhd göstərsəniz və yaxud məni karserə göndərmək fikrinə düşsəniz, mən plyonka haqda sizə xatırladacağam. O çox etibarlı bir yerdə saxlanılacaq. Hətta əgər yalan danışmış olsanız belə, olanda təqdirdə mayor Lisakov, mən sizə həsəd aparmıram. Səni görürəm, mayorun nəfəsi təngidir. Mən bunu çox eşitmişəm. Salamat qalın, mayor. Siz daha bir ulduzcuq almağı arzu edirəm. Düşünürəm ki, siz onu tam layiqsiniz. Dronqo çevrildi və qarajdan çıxdı. Lisakov əyildi. Maşının altında tapancanın qamarladı və həyətə cumdu. Həyətdə artıq heç kim yox idi. Lisakov tapancanı əlində sıxaraq bütün həyəti gəzdi. Həyət bomboş idi. Əlindən heç nə gəlmədiyindən azğınlıqla dodaqlarını gəmirib qanını axıdırdı. Naməlum adam yoxa çıxmış, sanki qeybə çəkilmişdi. Onunla birgə söhbətlərinin yazısı olan lent də həmçinin. 4-cü gün. Dronqo artıq Andreyin kabinetində hiss etdi ki, yuxusu gözündən tökülür. İlyin açılıb bükülən çarpayını gətirdi. Amma Dronqo imtina edib döşəməyə atdı. Mənim bu çəkimlə döşəmədə yatmağı yaxşı olardı. Uzaqbaşı kürəyim ağrımayacaq, deyə ağzı açıla qalmış Andreya izah etdi. Aşağıda mühafizəni gücləndirmişik, İlyin bildirdi. Bütün əməkdaşlarımızın ailə üzvlərini Almaniyaya turist səfərini göndərmişik ki, bu qalan bir neçə günü onlar heç kimi şantaj edə bilməsin. Yaxşı, Dronqo başını tərpətdi. Gecə saat 1-də ORT-də təzə xəbərlər olacaq. Bütün kanallar hərrajdan danışır. İlyin xəbər verdi, hamısı bir ağızdan. Belə hesab edilir ki, bu ölkəmizin tarixində keçirilən ən böyük hərrac olacaq. Elə bu münasibətlə də sizi təbrik edirəm. Dronqo soyunmağa başladı. Mən gedirəm, deyə Andrey ədəblə dilləndi. Gözlə, mən də səninlə danışmalıyam. Dronqo pencəyini soyundu və qalstukunu çıxartdı. İnstitutla bağlı sorğuların axırı nə oldu? Andrey köks ötürdü. Hələ ki, heç nə. Biz belə fakültəsi olan bütün institutları yoxlayırıq, amma İrina Maksimenko heç birini qeydə almamışdır. Bəlkə o yalan deyibmiş. Arsen öz söhbətində demişdi ki, o çox məğrur qızdır, tələbədir. Deyəsən, o doğrudan da tələbə imiş. Axtarışları davam etdirmək lazımdır. Uşaqlardan ikisi onunla məşğuldurlar. İlyin dedi, sabah da axtarışları davam etdirəcəklər. Sabah istirahət günlərindən əvvəl olan sonuncu iş günüdür. Dronqo xatırlatdı. Qoy mümkün qədər daha çox tədris müəssisəsinə nəzər yetirsinlər. Hamısını yoxlamaq lazımdır. Axşam oxuyanlar da, qiyabiçiləri də. Onlara tapşırığı elə belə də vermişəm. Yaxşı, bu Arsenin işi nə oldu? Öyrənə bildiniz ki, oxu kimdir? Xeyr, Andrey suslu mızıldandı. İş o qədər çoxdur ki, Arsen yada düşmür, lakin onu da axtarırıq. Dronqo mısmırığını salladı. Yaxşı axtarmırıq, yeri gəlmişkən. Deyəsən günah özümdədir. Lap əvvəldən xahiş etmişdim ki, mənə ancaq işi köməkçi versinlər. Düzdür, onların biri ayağını zədələdi, ikincisi isə 100 yerə parçalanıb. Lakin mən öz məsuliyyətimi başqalarının üzərinə atmamalıyam.
Yaxşı, sabah səhər bu Arseni axtarmağa özümü gedəcəyəm. Hələ ki, müəyyən əlaqələrim var, onları isə işə salmağa çalışaram. Yaxşısı budur, siz dincəlin. Andrey məsləhət gördüm. Nə vaxtdır ayaq üstəsiniz? Doğrudan da dincəlmək pis olmazdı. Dronqo razılaşdı və bu anda telefon zəng çaldı. Andrey təəccüblə Dronqoya baxdı və dəstəyi götürdü. Axşamınız xeyir, Aleksandr Mixayloviç, deyə o salamlaşdı. Və Dronqo başa düşdü ki, Parisdən zəng edirlər. O dəstəyi götürdü. Axşamınız xeyir. Dronqo iş adamının tanış səsini eşitdi. İşləriniz necədir? İşləyirik. Dronqo unutmurdu ki, onların söhbətlərinə qulaq asa bilərlər və telefonla nəsə danışmaq fikrində deyildi. Bugün prokurorluqdan qəbul otağına zəng ediblər deyə Aleksandr Mixayloviç bildirdi. Onlar təkid edirlər ki, Moskvaya uçum və şahid qismində ifadə verim. Siz necə düşünürsünüz? Gəlməliyəm? Düşünürəm ki, bəli. Dronqo cavab verdi. Siz canlılarsınız, onlar işin təfərrüatlarını maraqlandırır. Əgər tərslik edib geri qayıtmaqdan imtina etsəniz, bu əlavə şübhələrin yaranmasına səbəb ola bilər. Bunlardan əlavə mənə belə gəlir ki, sizin Moskvada olmanız Parisdə olmanızdan daha faydalıdır. Bu haqda düşünmüşəm. Qərara gəlmişəm ki, bazar günü uçum. Problemlərimizin həlli üçün hələ bir günüm də var. Bir günüm də qalacaq. Siz nə vaxt gələcəyinizi biz qərar verəcəyik. Dronqo qəti şəkildə dilləndi. Gələrsiniz, biz sizin yolunuzu gözləyəcəyik. O dəstəyi qoydu və Andrey İlyinə baxdı. Yatmır deyə Andrey köks ötürdü. Ümumiyyətlə o bizdə bayquşdur. Gecələr işləməyi xoşlayır. Mənə demişdi. Dronqo başı ilə təsdiq etdi. Yaxşı ki, bizdə bu plyonka var. Birinci hissəni müstəndiqə vermək olar, amma ikinci hissəni pozmalı olacağıq. Hər halda sabah səhər prokurorluğa verəcəyimiz surətdə elə etmək lazımdır ki, Aleksandr Mixayloviçin bu cinayət işində iştirakı haqda olan bütün şübhələr aradan götürülsün. Siz elə düşünürsünüz ki, bizi inanacaqlar? Nə qədər ki, video yazı ilə olan plyonka yoxdur, inanarlar. Hadisələrin necə inkişafı isə bizdən asılıdır. Ya qətlin təsviri olan plyonkanı prokurorluğa verir və şefinizi tamamilə məhv edirlər, ya da ki, biz hələ nəsə etməyə macal tapırıq. Hələ ki, bizim kiçik uğurumuz var və biz birinci söhbəti olan kaseti prokurorluğa verə bilərik. Sürücünüz öldürülüb və artıq biz ona xəta yetirə bilmərik. Amma plyonkanı təhvil verənə qədər hər halda Arseni tapmaq lazımdır. Deməli, nəyin bahasına olursa olsun, biz sabah Arseni tapmalıyıq, deyə İlyin nəticə çıxartdı. Artıq bugün Dronqo saata nəzər saldı. Gecən xeyri qalsın, Andrey. Hələ bir qədər işləmək fikrim var. Bir neçə saat. Bugünkü hadisələri götür qoy edim. Gecəniz xeyri qalsın. Andrey kabinetdən çıxdı. Tək qalmış Dronqo soyundu. Döşəyin üstündə uzandı və biri böyründə, o biri böyrü üstə qurcuğa uzun müddət yuxuya gedə bilmədi. Bugünkü gün xeyli uzun olmuşdu. Sabahki gün isə necə keçəcəyi təkcə ondan asılı deyildi. Səhər saat 4 olanda o huşa getdi. Yuxusun Lisakov girdi. Dronqo onu güllə atana dək zabit ki, zirək tərpənib əlini tapancaya birinci uzatmışdı. 5-ci gün. Andrey sürətlə kabinetə girəndə Dronqo hələ yatırdı. Nə olub? Dronqo gözünün ucu ilə sağ tərəfdəki tapancasına baxıb başını qaldırdı. Kinolarda adətən qəhrəmanların tapancası yastığın altında gizlətdiklərini göstərirlər. Dronqo isə bunu ən azı ona görə edə bilməzdi ki, əlini balışın altına soxmağı adətkar olmuşdu və yuxuda təsadüfən tətiyi çəkə bilərdi. Ümumiyyətlə isə Dronqonun fikrinə görə doldurulmuş tapancanı öz yastığının altına qoymaq ağılsızlığın ən yüksək həddi idi. Bugünkü Andrey qəzeti masanın üstünə qoyub tutqun dilləndi. Moskovski Komsomolets-dəki kriminal xronika. Nə xronika? Qəzetin bura nə dəxli var? Dronqo yuxulu olduğundan heç nə başa düşmədi. Dünən Duguninskaya küçəsində vətəndaş Kapteva və naməlum kişi vəhşicəsinə qətlə yetirilib. Onlar öz mənzillərinin qarşısında görünərkən güllələnmişlər. Heç kim cinayətin motivini aça bilmir. Kapteva oteldə xadimə işləyirmiş və qonşuların dediklərinə görə. Qəzeti bura verin. Dronqo qəzeti qamarladı, məlumata göz yetirib qəzəblə bir tərəfə tulladı. Mən bunu qanmalıydım. Axşam mən mayorla Kapteva haqda danışanda onun sifəti elə idi ki, sanki o qadın Lisakov üçün artıq heç bir təhlükə törətmir. Mən bunu qanmalıydım. Dronqo təkrar etdi. Ancaq mən Kapteva ilə söhbəti lentə yazdığımı uyduranda mayor diksindi. İndi mən səhih bilirəm, nə üçün ya acgözlüyündən, ya da ki, səfehliyindən öz mənzilinə qayıtmaq fikrinə düşən Kaptevanı dünən mayorun əmri ilə aradan götürdülər.
İkisi isə görünür onun aşnası imiş. Heç ağlı belə kəsməyibmiş ki, qadını evə buraxmasın. O qadın öldürülübsə, it də getdi, ip də. Amma əgər məndə qadın İsakovun hədə qorxularından danışan lent yazısı varsa, bu işi nəinki büsbütün dəyişir, həm də əsas şübhəli şəxslər sırasına Lisakovun və onun adamlarına da salır. Deməli, indi onun əsas məqsədi sizə satmaqdır. Andreyin gəldiyi sonluq heç də ürəkaçan deyildi. Ona görə də yaxın 2-3 gün ərzində sizə buranı tərk etməyə məqsədi uyğun deyil. Mənim kabinetimin pəncərələrinə həyata baxır. Aşağıda isə bizim mühafizəçilərimiz yerləşir. Burada sizi heç bir təhlükə gözləmir. Əksinə, Drongo etiraz etdi. Hamısından təhlükəli məhz elə buradır. Onlar məni məhz elə burada da axtaracaqlar. Çox mümkündür ki, barmağımın izi olan əşyaları axtarıb tapacaq. Öldürülənlər tapılan pilləkəni atacaqlar. Kapdevanın qətlində şübhəli şəxs qismində məni həbs etsələri, yeri gəlmişkən bizi atəşə tutan mən onlar da idim. Onda həbsdən sağ-salamat çıxa bilməyəcəyəm. O vaxt məhz kimin evinə getdiyimizi biz milisə bildirməmişdik. Onlar gic deyirlərsə, onların heç də hamısı səfeh deyildir. Artıq bu gün bizi dindirməyə çağıracaqlar. Biz deyə bilərik ki, oralarda təsadüfən olmuşuq. İlyin etiraz etdi. Təsadüfən? Drongo təkrarən soruşdu. 2 gün bundan əvvəl biz bu dünən öldürülən Kaptevan yaşadığı binanın blokundan çıxırdıq. Onda da bizi atəşə tutmuşdular. Təbii ki, müstəndikləri bir kitab sual maraqlandırır. Özü də məlum olandan sonra ki, Kapteva özü Aleksandr Mixaylovçun nömrəsi olan mərtəbədə xadimə işləyirmiş. Hadisələr necə də inanılmaz surətdə bir-birinə uyğunlaşıb, bir araya gəlmişlər. Məhz xadimə yaşadığı blokda başçısı cinayətdə şübhəli bilinən şirkətin təhlükəsizlik xidmətinin rəhbərinin müavininə və vəkilinə güllə atırlar. Siz düşünürsünüz ki, bizə inanacaqlar? Kaptevanı və onun aşnası öldürməklə onlar bizə yaxşıca badalaq gəlirlər. İndi biz prokurorluğun müstəndikləri orada bir neçə gün bundan əvvəl baş vermiş hadisədən xəbər tutmamış və onu dünənki qətl hadisəsi ilə əlaqələndirməmiş bütün qüvvələrimizi səfərbər edib təcili Arseni tapmalıyıq. Necə səfehlidir axı? O qadına demişdim ki, bir yerdə gizlənsin. Drongo yataqdan sıçrayıb qalxdı. Vaxt itirmək olmaz, deyə o dilləndi. Artıq söhbət saatlardan gedir. Bizi hər dəqiqə çağıra bilərlər. Məni hələ axtarmalı olacaqlar. Axı evdə gecələmirəm. Amma sizin hər ikinizi ünvanlarınızla asanlıqla tapacaqlar. Yaxud bura zəng edəcəklər. İşlər lap səfehcəsinə bir-birinə qarışdı. Bu köpək oğlu Lisakov nəyin bahasına olursa olsun, son anda sancmağı bacardım. Əqrəb kimi. Şübhə etmirəm ki, Kaptevanın aradan götürülməsi haqda əmri o verib, ya da ki, şəxsin özü onları güllələyib. Bəs evin yanında sizi gülləvarana tutan kim idi? O deyildi. Çox yəqin ki, kimsə başqası idi. O kimsə bizi sadəcə olaraq qorxutmaq istəyirdi. Lisakovun psixologiyasına az-çox belə dolduğumdan belə başa düşürəm ki, o heç vaxt gülləni havaya atmaz. Ya başa çaxardı, ya da ki, heç yerli dibli atmazdı. Onun prinsipi budur. O tapancasını qaldırırsa, gülləsi boşa çıxmır. Məni buradan çıxartmaq üçün maşın və sürücü lazım olacaq. Məni qarajdan keçib bayıra çıxacağam. Sizə mühafizə verərik. Andrey təklifi irəri sürdü. Xeyr, lazım deyil. Mühafizə məni hücumdan qoruyana dək sizin adamlarınız mənim üçün kifayət idi. Amma həbsdən və dindirmədən sizin adamlarınız məni qoruya bilməzlər. Əksinə, şəxsiyyətimə diqqət cəlb edəcəklər. Şübhə etmirəm ki, artıq darvazanın ağzında o tayda Lisakovun adamları mənim şirkətin ərazisini tərk etdiyimi xəbər verməyə hazır vəziyyətdə durublar. Çıxan kimi onlar məni həbs edəcəklər və heç bir mühafizə kömək edə bilməyəcək. Mənə Kaptevanı və onun aşnasının qatilində şübhəli bilən həbs edəcəklər. Yəqin isti suyunuz hələ gəlir. Üzümü qırxardım. Əlbəttə, daha nə lazımdır? Qarajda ən pis maşınınız hansıdır? Andrey gülümsündü. Bizdə pis maşın yoxdur, hamısı yaxşıdır. Bəli, əlbəttə, mən harada olduğumu unutmuşdum. Heç olmasa nə Mercedes, nə də BMW olmasın. Biraz sadəsi olsun. Bir də Lincoln, Chrysler, dayanan Koreyanın istehsalı olan Espero maşını var. Onları mühasiblərimiz sürürlər. Çox bacisə. Bir gözə çarpmayanı, zahirən fağır birisini də sükana arxasında otuzdurun. Bu qadın olsaydı daha yaxşı olardı. Mən yük yerində ya da arxa oturacaqda gizlənərəm. Arxada əlbəttə ki, lap yaxşı olardı. Yük yerində boğula bilərəm. Ürəyim heç də tam sağlam deyil. Eləyərik. Andrey başını tərpətdi. Siz haraya gedəcəksiniz? Mənim Arseni tez tapmağa köməklik göstərəcək tanışlarım var. Heç vaxt onlara ağız açmamışam, amma lazım olsa onlar mənə kömək edərlər.
Bəs sonra necə olacaq? Məni aparacaq adamlar sözləşirik ki, axşam o məni şərtləşdiyimiz yerdə gözləsin. Maşına otururam və yenidən sizin yanınıza qayıdıram. Təəssüratlarımızı bölüşərik. Mənə ancaq bir dənə mobil telefon və Arsen ilə Lyonyanın, eləcə də Lisakovla dünənki söhbətimiz olan 2 kasetlə dünənki maqnitofon lazım olacaq. Çalışın, bunları mümkün qədər tez hazırlayasınız. Amma sizin əsas vəzifəniz İrina Maksimenkonun harada təhsil alması və ümumiyyətlə nəyi bacarırsınız, onları öyrənməkdir. Eyni zamanda həmin podpolkovnik haqqında da informasiya toplayın. Onun familiyası xatirinizdədirmi? Krivets, deyə İlyin cavab verdi. Çox gözəl. Onun haqqında olan bütün məlumatları mənim üçün toplayın. Siz Sava Afanasyeviçlə söhbət etmək istəmirsiniz? Çatdırmaram. Deyin ki, mən çox təəssüf edirəm. Qoy bir də şirkətin binasını hərraca qədər tərk etməsin. Bu elə onu özünün üçün təhlükəli ola bilər. Andrey Dronqonun göstərişlərini yerinə yetirmək üçün yollandı. Dronqo kişilər üçün olan ayaq yolunun güzgüsü önündə təraşını bitirdiyi zaman General Fedosoyev özü içəri daxil oldu. Bağışlayın, Sava Afanasyeviç özünü itirərək mızıldadı. Dünənkindən sonra onda bu qəribə adama qeyri-ixtiyarı, qeyd-şərtsiz hörmət hissi yaranmışdı. Getməzdən əvvəl mən mütləq sizinlə danışmaq istəyərdim. Çalışacağam ki, axşam qayıdım, Dronqo gülümsədi və bazar ertəsinə dək hər bir işə yekun vurulana dək heç bir yerə buxarlanmayın. Belə hesab edirsiniz ki, bizim şansımız var? Çox da olmasa nəsə var. Lisakovun dediyi podpolkovnik haqqında çalışın daha çox şey öyrənin. Onun etirafı olan kaseti Andreyə verdim. Hər ehtimala qarşı sürətini köçürtmüşəm. Ehtiyatlı olun. Sürücü ilə Arsenin söhbəti olan kaseti götürsəniz lap yaxşı olardı. İkinci söhbəti pozmaq lazımdır. Əgər mən bu gün geri qayıtmasam, hər 2 kaseti prokurorluğa göndərərsiniz. Ümid edirəm ki, məndən o dünyada hədiyyə almaq Lisakova xoş olacaq. O özünü qırxıb qurtarmışdı. İndi yuyunurdu. General səbirlə onun təlimatlarını dinləyə-dinləyə yanında dayanmışdı. Siz belə düşünürsünüz ki, onlar bizim binaya hücum edə bilərlər? Fedoseyev soruşdu. Çətin ki, amma qumbaratandan atəş açmaq və ya sizə hər hansı bir töhfə göndərmək onların əlində gələr. Ona görə də sayıqlığı əldən verməyin. Mən belə başa düşdüm ki, hərracda bir neçə milyard dolların taliyi həll olunacaq. Belə pullardan ötürü isə hətta sizin bütün kompleksiniz partlatmağa və yenidən tikməyə dəyər. Mən əlavə adamlar çağırtdırdım. Yaxşı elədiniz. Mənim maşınım hazırdır. Bəli, ilin iqtisadçılardan birində sükan arxasında oturmağı xahiş etdi. Daha dəqiq desəm bir qadını. O ərdədir. Bəli, 2 uşağı var. Dəyişdirin. Dronq qəti şəkildə dilləndi. 2 uşaq anasını təhlükə altında qoymaq olmaz. Mən xilas edərkən onun özünə xəta etsə, bütün qalan ömrüm boyu özümü alçaq hiss edəcəyəm. Sözsüz söhbətsiz dəyişdirin. Dəyişərik, deyə Fedoseyev razılaşdı. Bu qəribə ekspert get-gedə onun daha çox xoşuna gəlirdi. Qəfildən general qüssə ilə düşündü ki, ömrü boyu belə oğlu olmasını arzulamışdı. Özünün 3 qızı, 5 nəvəsi var idi. Fəqət oğul barəsində düşüncələri elə beləcə də ürəyində qalmış arzusu gizli sirri olaraq qubarlanırdı. Dəyişərik deyə o Dronqoya mülayim nəzərlərlə baxa-baxa təkrar etdi. 5-ci gün. Dronqo aşağı düşdü. Maşının arxa oturacağında artıq gizlənmək üçün 2 örtüyü hazırlanmışdı. İlyin boz rəngli ciddi üslubda titişilmiş kostyum geyinmiş gənc bir qadını göstərdi. Onun arxaya daranmış açıq rəngli saçları, özünə arxayın baxışları, xoş siması vardır. Dronqo onun geyiminə diqqət yetirdi. Pencəyi onun əyninə biçilmişdi. Yubka isə belə ağayana şirkətdə işləyənlər üçün qoyulmuş həddən bir qədər güdə idi. Gənc qadını öz qamətli qıçlarını nümayiş etdirməyin ürəyincə olduğu açıq-aşkar görünürdü. Dronqo yüngülcə köksünü ötürdü. O dünyanın 60-dan çox ölkəsində olmuşdu, amma heç bir yerdə Moskvadakı qədər qamətli qızlar görməmişdi. Bəzən ona elə gəlirdi ki, burada gözəl qadınları inkubatorla istehsal edirlər. Əgər Parisdə və yaxud da Milanda belə nümunələrə ancaq padyonda rast gəlinirdisə, buralarda onlar sadəcə küçələrdə gəzirdilər. Yuliya gənc qadın özünü təqdim etdi. Çox məmnunam, deyə o adəti üzrə adını demədi. Əsl adını adətən demirdi. Qəribə səslənən Dronqo təxəllüsünü təqdim etmək ürəyincə deyildi. Əyləşin maşına. Qadın öz espressosunu götürərək təklif etdi.
Drongo avtomobilə yaxınlaşdı. Özünü arxa oturacağa sıxışdırıb, demək olar ki, 2 qat olub döşəmədə özünə yer elədi. İlin öz əl telefonunu və sürücünün naməlum Arsenə söhbətinin yazısı olan maqnitofonu ona uzatdı. Yuliya ilə qayğıkeşliklə adyalları onun üstünə örtdü. Açıq-aşkar görünürdü ki, maşın belə bədən quruluşu sərnişin üçün nəzərdə tutulmamışdır. Cavan qadın sükan arxasında əyləşdi. Maşın ehmal-ehmal qarajdan çıxıb saxlamadan yoluna davam etdi. Yalnız qadın tərəfindən idarə olunan Espero kənardan belə təəssürat yaradırdı. Məharətlə gizlədilmiş Drongo tamamilə gözə görünməz olmuşdu. Bir neçə kilometr getdikdən sonra Yuliya əlləzi aramla basaraq dedi: "Güman ki, indi üzə çıxa bilərsiniz. Təşəkkür edirəm." Drongo qalxdı. "Bu ədyalların altında az qala boğulacaqdım. Mənə xəbərdarlıq etsəydiniz, bir qədər ehtiyatla sürərdim." Yuliya gülümsədi. Onun təbəssümü mülayim və xeyirxah idi. Drongo da cavabında gülümsündü. "Köməyinizə görə sizə təşəkkürümü bildirirəm." O qalstukunu düzəldə-düzəldə dedi. "Gəlin harada görüşəcəyimizi barədə şərtləşək." Yuliya soruşdu. "Mən hara getməliyəm?" "Povarskayadakı ali məhkəmənin binasını tanıyırsınız?" "Xeyr, tanımıram. Amma siz desəniz ki, hansı küçədə yerləşir, tapmağa çalışaram." "Bu keçmiş Varovski küçəsidir. Kallinin prospektinin arxa tərəfində." Drongo izah etdi. "Əlbəttə tanıyıram." Yuliya gülümsədi. "Mən axı Moskvalıyam və orada böyümüşəm. Biz Hersen küçəsində yaşayırdıq. Çox pakizəm. Onda siz məni mütləq tapacaqsınız. Axşam saat 10 tamamda görüşərik. Belə gec gələ bilərsiniz?" "Əlbəttə, amma mən ali məhkəmənin orada yerləşdiyini bilmirdim." "Məgər o həmin vaxt işləyir?" "Xeyr, əlbəttə ki, işləmir. Sadəcə olaraq orada həmişə növbətçi milis işçiləri var. Lazım olan təqdirdə şəraitdən asılı olaraq bizim şahidlərimiz və ya müdafiəçilərimiz olacaqlar. Ən başlıcası isə cümə günü yəqin ki, oralarda heç kəs olmayacaqdır. Ümumiyyətlə, kənar adamlar olmayacaq və mən mümkün quyruğu müşahidə edə bilərəm. Mən həmin binanı taparam." Yuliya gülümsədi. "Deməli danışdıq. Verəcəyim suala görə üzr istəyirəm. Neçə yaşınız var?" 24. Qadın bu vəziyyətdə onun yaşının nə kimi əhəmiyyət olduğunu və bu sualın ona nəyə görə verildiyini anlamayaraq dilləndi. "Hələ uşaqlarınız yoxdur?" "Xeyr, mən ərdə deyiləm," deyə Yuliya sadəcə olaraq cavab verdi. Yəni doğrudanmı bu adam hətta belə bir vəziyyətdə ona mehribançılıq etmək fikrinə düşmüşdü və əlavə etdi: "Mənim adaxlım var." "Ümid edirəm ki, dalımca belə gec gəlsəniz," Drongo dilləndi. "Adaxlınızın mənə acığı tutmaz." "O qısqanc deyil," gənc qadın əminliklə cavab verdi. "Belə olan təqdirdə onu da özünüzlə gətirərsiniz," Drongo təklif etdi. "Nə?" Yuliya heyrətləndi. O hər nə desəydin gözləyərdi, amma belə bir təklifi "Şübhələr az olacaq," Drongo izah etdi. "Əgər adaxlınızla peyda olsanız, nəzər diqqəti cəlb etməyəcəksiniz. Məni başa düşdünüzmü?" "İndi başa düşdüm," o güldü. "Yaxşı, çalışaram ki, onu yola gətirim." "Danışdıq. Sizə uğurlar, Yuliya." "Sizinlə bahəm," deyə o sağollaşarkən dedi. Drongo maşından düşdü və qadının ondan uzaqlaşmasını gözlədikdən sonra ətrafa nəzər yetirdi. Deyəsən onu heç kim güdmürdü. Hər ehtimala qarşı o düz bir saat şübhəli bir şeyin olub-olmamasına əmin olmaq üçün şəhərdə veylləndi. Yalnız bundan sonra rastına çıxan ilk maşını tutub onu Gürcü restoranına aparmasını xahiş etdi. Restoran işıqlı və sərin idi. Səhərlər adətən buralarda müştərilər az olardı və xırapaylayanlar darıxardılar. Saat 3-ədək ancaq yüngülvarı qəlyanaltılar və səhər yeməkləri verirlərdi və müştərilərdən gözəgəlimli bəxşiş gözləmək düzgün değildi. Drongo restorana daxil oldu və baş xörək-paylayanı səslədi. "Mənə nuqcar lazımdır," deyə o astadan dilləndi. "Hansı nuqcar?" Üzündə bir tük tərpənməyən baş xörək paylayan Drongoya baxdım. "Sizin nuqcar." Drongo səbirli izah etdi. "O mənə təcili lazımdır. Siz əyləşin." Baş xörək paylayan başı ilə işarə etdi. "Baxın, o kənardakı masanın arxasına keçin. Gedim öyrənim, görüm nuqcar kimdir. Birdən tapsam nə çatdırım? Kimdən salam? Drongodan. Elə belə də deyin. Drongodan. Elə belə də de. Dincəlin." Baş xörək paylayan yenə də masacığı göstərdi və tön rəngli pərdənin dalında gözdən itdi. Drongo qımışdı. Konspirasiya yüksək səviyyədə idi. O masaya yaxınlaşdı və stula çöküb səbirlə baş xörək paylayanın qayıtmasını gözləməyə başladı. Xörək paylayan peyda oldu. "Siz nəsə yeyəcək və içəcəksiniz?" o soruşdu.
Ancaq çay, deyə Dronqo dedi və biraz ləngiyib əlavə etdi. Amma yox, xaçapuri varınızdırsa gətirin, bir də suluquni. Hamısını hazır edərik, deyə xörək paylayan gülümsündü və bir anın içində gözdən itdi. Bir dəqiqə keçmiş peyda oldu, amma adi qəhvədən əvəzinə üzərində mürəkkəb naxışlar vurulmuş, cil bardaq və saysız hesabsız çərəz gətirmişdi ki, 5 ac kişini doyuzdurmağa kifayət edərdi. Sən səhv edirsən, Dronqo gülümsədi. Mən bu qədər təam sifariş etməmişdim. Üstəlik çaxırı da mən səhərlər çağır etmirəm. Bu sifariş deyil. Xörək paylayan qəti şəkildə dilləndi. Hədiyyədir. Nuqzarın öz tapşırığıdır. O buradadır. Dronqo artıq çaxıra fikir vermədən soruşdu. Hələ ki yox. Amma Nuqzarın qonağı bizim qonağımızdır. Bizim lobya şeşamadanın dadına baxın. Moskvada beləsi başqa heç bir yerdə yoxdur. Biz ona Gürcüstandan gətirilmiş dağlarda bitən otlardan əlavə edirik. Mütləq dadıram. Lakin mənə Nuqzar lazımdır. Zalda peyda olmuş baş xörək paylayan əllərində təntənəli sürətdə mobil telefonu gətirirdi. Baş xörək paylayan Dronqoya yaxınlaşıb aparatı ona uzatdı. Nuqzar sizinlə danışmaq istəyir. Onun səsində hörmət və ehtiram duyulurdu. Nuqzar şəhərin elə bir sahiblərindən biri idi ki, onun adını dilə gətirməyən çoxları cürət etmirdilər. Məşhur qanuni oğru, nüfuzlu həkim bir çox cinayətkar qruplaşmalar arasında gedən araşdırmalarda iştirak edər və həmişə müdrik qərarlar çıxarardı. Onu kişiliyinə və qeyrətinə görə hörmət edərdilər. Nuqzar Dronqonu çoxdan ekspertin Moskvada David Gogiyanın itkin düşmüş oğlu ilə gəlinini tapdığı vaxtdan tanıyırdı. O zaman Dronqo nəinki oğla, onları sağ-salamat tapa bilmiş, həm də oğlu atasına qaytara bilmişdi. Belə şeyləri isə unudulmur. Cinayətkar aləmdə alicənablıq və dəyanət digər sosial zümrənin nümayəndələrindən az qiymətləndirmirdi. Salam əzizim, Dronqo Nuqzarın səsini eşitdi. Çox sağ ol ki, bizim restorana təşrif buyurmusan. Amma xətrimizə dəymə, təamlarımızın dadına bax. Bilirsən, bizim necə lobya şeşamadımız var? Otları Gürcüstanın özündən gətirirlər. Bilirəm, Dronqo qımışdı. Otlar haqqında da eşitmişəm. Gürcülərin yüksək emosionallıqları, teatrallıqları onu həmişə cəlb edirdi. Onlar fədakarcasına öz oyunlarını oynayan böyük uşaqlara bənziyirdilər. Dronqo əmin idi ki, pis xalq olmur. O, Qafqazda böyüyüb boya başa çatmış, uşaqlıqda müxtəlif millətlərin nümayəndələri ilə ünsiyyətdə olmuş və adamları yaxşı və ya pis xalqlara bölməkdən onların hər birində hər şeydən əvvəl öz etnosunun xarakterik xüsusiyyətlərini özündən gəzdirən insan görməyə adət etmişdi. Gürcüstanda vətəndaş müharibəsi başlayanda da onun şəxsi dərdinə, şəxsi ağrısına çevrildi. Onun qəm-qüssə bastırdı ki, necə oldu ki, mehriban bir xalq bir-birinin əleyhinə vuruşa, qruplara bölündü. Mənə görə nə qulluq? Nuqzar onu bədbin fikirlərindən ayırıb soruşdu. Mənim böyük bir xahişim var. Nuqzar, sənin köməyin lazımdır, Dronqo dedi. Söylə, bilirsən ki, biz sənə borcluyuq. Sən o vaxt bizim üçün elə bir şey etmisən ki, bütün şəhəri müharibədən xilas etmişdin. De görək sənə nə lazımdır? Əgər bacarsam, əlimdən gələni əsirgəməyəcəm. Mənə Arsen adlı bir nəfəri tapmaq lazımdır. Mən bildiyimə görə o ya sutenyordur, ya da ara düzəldən. Vah, əzizim, ovqatı təlx olmuş Nuqzar dilləndi. Sən nə danışırsan? Belə bir tip sənə nəyə görə lazım olmuşdur? Əsl qanuni oğru üçün sutenyorluq və ya ara düzəldən olmaq mənfurluq və alçallıq idi. Hər bir Qafqazlı kişisi üçün bu 2 qat təhqir idi. Qanuni oğruların böyük bir qismini, təxminən 1/3-ni Gürcülər, bir o qədər də Azərbaycanlılar və ermənilər təşkil edirdilər. Qafqazın bütün nümayəndələri Arsenin məşğul olduğu sənət kişilik qeyrətinin rüsvay olması kimi qiymətləndirilirdi. O mənə lazımdır, Dronqo qəti şəkildə dedi. Çox lazımdır, Nuqzar. Söhbət həlak olan bir qadından gedir. O qadını öldürməyin bir tanışımı ittiham edirlər. Mən qatili tapmalıyam. Hamısını başa düşdüm, əzizim. Daha danışmaya bilərsən. Otur və həmin arxayın nahar elə. Yarım saatdan sonra sənə zəng edib hər şey deyəcəklər. Həm də bizim lobya şeşmadanın dadına baxmağı unutma. Nuqzar özünü saxlaya bilməyib bir daha təşrif etdi. Dronqo bilirdi ki, onun imtina etməyə ixtiyarı yoxdur. İndi onun üçün gətirilmiş hər bir təamın dadına baxmağa məcbur olacaqdı. Düzü bu, Dronqo o qədər də dilxor etmədi. Baxmayaraq ki, hər dəfə pəhrizə keçib özünə arıqlamağı söz verirdi, amma
qurmanlığı ona həmişə üstün gəlirdi. Hər dəfə bu və ya başqa bir ölkəyə düşəndə o böyük həvəslə firma restoranlarına baş çəkərək yeni ləziz təamların dadına baxardı. Düz yarım saatdan sonra baş xörəyi paylayan yenə də mobil telefonu gətirdi. Dronqa hətta təəccüb etdi. Sanki Nüksar onun zəngini gözləyirmiş. Sənə ünvan lazımdır, yoxsa telefon nömrəsi? Sən artıq hər şeyi öyrəndin? Dronqa qulaqlarına inanmadı. Bəs sən nə bilmişdin? Moskva balaca şəhərdir. Nüksar güldü. Burada hamının haqqında hər şeyi bilirlər. Yaz. O telefon nömrəsini və ünvanı diktə elədi. Sonra əlavə etdi. Bəlkə bizim uşaqlardan göndərim. Sənə kömək lazımdır. Xeyr, mən Arsenlə özüm söhbət etmək fikrindəyim. O təhlükəli adamdır. Nüksar hər ehtimala qarşı xəbərdarlıq etdi. Əgər kişi özünə belə bir peşə seçibsə, o dönüb arvad kimi yalançı olur. Həm də çox təhlükəli. Məni başa düşürsən? Təşəkkür edirəm, Nüksar. Yeri gəlmişkən, lobya şamadı yaxşı deyildi. Nə? Nüksar qulaqlarına inanmayıb dərhal dünyada olan hər şeyi unutdu. Necə yəni yaxşı deyildi? O sadəcə yaxşı deyildi. O əla idi. Dərin təşəkkürümü bildirirəm, Nüksar. Bax görürsən, mütəəssir olmuş Nüksar razılaşdı. İndi sən bilirsən ki, ən yaxşı lobya şişamadını hazırda yemək olar. Harada yemək olar? Minnətdaram. Dronqo Nüksar haqda gəzən rəvayəti xatırlayıb gülümsədi. Hamı bu adamın yemək içməyə həvəsli olduğundan, ağzının dadını bildiyindən xəbərdar idi. Deyirdilər ki, koloniyada ona növbəti dəfə dövlət əmlakı mənimsəməsi ilə mübarizə zamanı iş kəsilmiş bir adam Moskvanın ən yaxşı restoranlarından birinin aşpazı qulluq edibmiş. Dronqo bilirdi ki, haqq ödəmək olmaz. Onsuz da ondan pul götürməyəcəklər. Üstəlik də o bununla ev sahiblərinin xətrinə deyəcək. Amma çay pulunu ödəməyə ona heç kim qadağan etməmişdi. Məhz elə buna görə də xörək paylayına 100 rubl uzatdı və o da minnətdarlıqla başını tərpədib əskinası götürdü. Onlar hesablaşmışdılar. Hamı razı qalmışdı. 5-ci gün. O, həmin evə gəlib çatdı. Bu 90-cı illərin ortalarında sanki bir sehirli çubuğun gücü ilə peyda olmuş Uçurum prospektindəki dəbdəbəli tikililərin biri idi. Paytaxtda başlamış tikinti dalğasından sonra bu tikililər yarılıb keçilməsi müşkül olan yeni daxili mühafizəyə malik olurdular. Dronqo bir xeyli binanın ətrafında gəzişib içəri necə daxil olmaq barəsində düşünürdü. Darvazanın yanındakı qaravolçulardan savayı bir mühafizəçi də var idi. Blokda dayanmışdı. İki gözətçinin yanında eyni zamanda sənədsiz və dəvətnaməsiz keçmək asan məsələ deyildi. Texniki avadanlığın köməyi olmadan fəvqəladə təbii nəsə bir şey fikirləşib tapmaq lazım idi. Özü də tez bir zamanda. Dronqo başa düşdü ki, sadəcə olaraq vaxt itirir. Hələ bayaq səhər kampaniyanın ofisində uzaq görənlik edib götürdüyü Andreyin mobil telefonu ilə zəng etmək qərarını verəndə əlüstü plan cızdım. Dəstəyi qadın götürdü. Aqibətiniz xeyir, Dronqo salamlaşdı. Arseni telefona çağırmaq olar? İndi çağırıram. Qadın heç nə onun kimliyini də soruşmadı. Görünür, bu onu sadəcə maraqlandırmırdı. Alo, danışan kimdir? Deyə Arsen artıq Dronqoya tanış olan səsi eşidildi. Hər vaxtınız xeyir, Dronqo tələsik dilləndi. Mən sizin dostunuzun tapşırığı ilə zəng edirəm. Hansı dostumun? Arsen anlamadı. Sizin dünən səhər qətlə yetirilən dostunuzun. Dəstəyə sükut çökdü. Sonra Arsen tələm-tələsik dedi. Xudahafiz və dəstəyi asdı. Dronqo nömrəni bir daha yığdı. Yenə də dəstəyi Arsen götürdü və bağırdı. Sən axı kimsən? Mənə xox gəlsən, axmaq. Dronqo maqnitofonu işə saldı və onu dəstəyin ağzına tutdu. Arsen dəstəyi asmağa cürət etmədi. Onların mübahisələri kimi lentə ala biləcəyini anlamayaraq özünün Leona ilə söhbətini dinlədi. Yalnız bir dəqiqə keçdikdən sonra isə dərk etdi ki, yazı Leonidin öz işidir və indi həmin lenti nəinki dəlir. Üstəlik onun günahlarının inkar edilməz sübutudur. Həm onu Irina Maksimenkonun zərbə altında qoyulmasında və qətlində, həm də sürücünün özünün dünənki ölümündə iştirakının sübutu. Arsen yarımçıq kəsmədən qulaq asırdı. Sanki iki həmsöhbətin bir-birinə nə deyəcəklərini onun üçün maraqlı idi. Dronqo Arsenin dəstəyi yerə atacağını gözləyirdi ki, maqnitofon lentini saxlasın, o isə susub qalıb qulaq asmaqda davam edirdi. Birinci söhbət sona yetdi və Dronqo maqnitofonu söndürdü. Digər söhbətlər də qoyum, yoxsa sözümə inanacaqsan? O soruşdu. Sənə nə lazımdır? Arsen xırıltı ilə səslə soruşdu. Söhbətim var. Nə vaxt? İndi.
Mən sənin yanına gəlməyəcəm, Arsen tələmtələsik bildirdi. O açıq-aşkar mərhumun səsindən onunla söhbətini qeybdə zühura gətirmiş adamdan xoflanmışdı. Onda mən sənin yanına yuxarı çıxaram. Drongo təklif etdi. Sən bəyəm bilirsən ki, mən adada yaşayıram? Onun həm söhbətləri həm təəccübləndi, həm də qorxdu. Gözətçilər xəbərdar ilə Drongo məsləhət verdi. Mən artıq sənin yanına qalxıram. Tezliklə görüşənədək. O telefonu söndürdü. Qoltuğunun altındakı xüsusi qoburdakı tapançanı yoxladı. Maqnitofonu cibinə qoyub evə doğru tələsdi. Darvazadakı gözətçi onun kimin yanına getdiyini bilcək başını tərpətdi. İkinci isə mənzilin nömrəsini soruşdu. Drongo liftə daxil ola-ola saymasına dilləndi. Özün bilməlisən və liftin qapılarını bağlananda üzlü əlavə etdim. Mən sənin üçün evlər idarəsində deyiləm. 8-ci mərtəbəyə qalxıb liftdən çıxdı. Arsenin qapısına doğru gedib zəngi bastı. O qapının arxasında dayanıb gözləyirmiş kimi dərhal açdı. O alçaqboy, daz, cılız və çiyinləri xuz, əntik geyimli, tünd göy rəngli ipək köynək və tünd rəngli şalvar geymiş bir adam idi. Sifətindən kosmetikanın əlamətləri görünürdü. Xırıltılı və kəskin səsinə əsasən Drongo daha cüssəli bir vücud görəcəyini güman edirdim. Drongo düşündü ki, belə qırxayaq üstə çıxmışın birisində ötürü heç silah götürməyə dəyməzdi. Keç, Arsen güya qonaqpərvər bir təbəssümlə onun içəri buraxdı. Böyük 4 otaqlı mənzil geniş halda başlanırdı. Drongo iri bir qonaq otağına keçdi. Burada o qadın əllərini təravətini duymadı. Qəribədir, amma əslində qadın buralarda olmalıydı. Əyləş. Arsen böyük bir divanı ona göstərdi. Deməli, sən mənlə pulyonka gətirmisən? O bayaqki şok vəziyyətdən çıxıb özünə gəlmişdi. Görünür, o artıq kiməsə zəng etməyə, yaxud da ki, kimləsə məsləhətləşməyə macal tapmışdı və ona görə də özünü çox arxayın aparırdı. Bəyəm sənə yenə nəsə lazımdır? Drongo soruşdu. Heç nə. Arsenin gözü parıldadı. Mənə başqa heç nə lazım deyil. Mən bilmək istəyirəm ki, sənə nə lazımdır və bu pulyonka harada tapırsan? Gəl danışaq. Nə barədə? Arsen başını qaşıdı. Sağ əlində böyük almaz qaşlı üzük bərq vururdu. Sürücü haqqında və sənin özün barəndə, Drongo dedi. Mənim haqqımda nə danışacaqsan? Arsen saata baxdı. Sən əvvəlcə mənə de görüm, bu pulyonka səndə haradandır? Leonid verib və xahiş edib ki, onun başına bir şey gəlsə, sənə verim. O elə də belə deyib, əgər məni öldürsələr, Arseni taparsan, deməli bu onun işidir. Elə belə də deyib, Arsen yenə də əsəbə başını qaşıdı. O nəyə görə mənim haqqımda belə fikirləşib? Necə düşünürsən? Sən onu niyə öldürdün? Drongo soruşdu. Arsen səksəndi. Kim öldürüb? Onun çiyinləri boşaldı. Sən nə çərənləyirsən? Mən ömrümdə heç kimi öldürməmişəm. Heç vaxt və heç kimi. Doğrudur. Drongo başını tərpətdi. Sən öldürməmisən. Sən onun mənzilinə tək gəlirsən. O qapını sənin üçün açır. İçəri girib hətta söhbətə başlayırsan. Sonra isə qatili mənzilə buraxırsan. Həmin o şəxsi ki, İrina Maksimenkonu aradan götürüb. Sən qapını açanda bədbəxt Leonya hamısını başa düşmüşdü. O kaseti götürmək üçün yataq otağına qaçır, görünür kaseti həyətə atmaq istəyirmiş ki, bununla da özünü xilas etsin. Amma qatil yataq otağında ona çatır və 2 dəfə atəş açır. Sonra isə başını yoxlanış atəşi açmaqla işini bitirir. Sən hətta başa düşməmişdin ki, köhnə dostu nə istəyirmiş. Kaset isə pəncərə altında gizlədilmiş. Arsen saralmış dişlərini göstərib qımışdı. Ağır-ağır nəfəs aldı. Yenidən saata nəzər salıb xəbər aldı. Kasetə görə nə istəyirsən? Heç nə. Ancaq onu bilmək istəyirəm ki, iş adamı üçün qadın tapmaq tapşırığını sənə kim verib və onu kim öldürüb? Mənə desən, kaset sənindir. Başqa heç nə mənə lazım deyil. Heç nə lazım deyil. Arsen təkrar soruşdu. Hə də, aydındır. Sənə ancaq adlar lazımdır. Nəyə iş görə gəldiyin aydındır. Bəlkə maqnitofonu göstərəsən, o yanındadır. Nə ilə lazımdır? Qulaq asma istəyirəm. Bəlkə sən onu gətirməmsən. Sadəcə olaraq kəf gəlmək istəyirsən. Hanı plyonka? Məndədir. Drongo maqnitofonu çıxarda təsdiq etdi. Qoş görüm. Arsenin gözü parıldadı. Səndə maraqlı yazılar var. Bəlkə başqalarına da qoyasın qulaq asaq. Drongoya aydın oldu ki, o fürsət tapıb kiməsə zəng etmişdir və indi vaxtı uzadır. O dostlarını gözləmək məqsədi ilə vaxt udur. Ya da 3 dəfə atəş açan həmin qatili. Üstəlik güman var ki, qatil tək olmayacaq.
Ona görə də Arsen artıq 2 dəfə saata baxmışdı. Gözlənilməz hadisələrə hazır olmaq lazımdır. Ən başlıcası isə başa yoxlanış atəşi açmaq xoşlayan həmin qatilin gəlişinə. Yox, Arsen nahaq yerə belə düşünürsən ki, səndə hər şey alınacaq. Maqintofonu götür və özün qulaq as. Əgər sənə belə maraqlıdırsa. Drongo maqintofonu ev sahibinə uzadaraq divanda qalxdı. Arsen əlini cihazın arxasına uzadanda Drongo onun boynunu ilişdirdi. Arsen ilk səsi çıxardıb səssiz-səmirsiz döşəməyə sərildi. Drongo yıxılan adamın səsi qonşu otaqlarda eşidilməsin deyə çətini ilə onu tutub saxladı. O ehmalca yüngül bədəni divan üstünə qoydu. Təşvişlə ürəyin döyüntüsünü dinləməyə başladı. Ürək öz döyünmə ritminə bir qədər yavaşlatsa da, ümumiyyətlə qorxulu heç nə yox idi. Görünür, o belə sısqa bədənə zərbənin gücünü düzgün hesablamamış, çox bərk vurmuşdu. Drongo ayağa qalxdı və o biri otağa keçdi. Burada heç kim yox idi. Yataq otağın qapısını açdı. Çarpayıda 25 yaşlı, demək olar ki, lüt əynində təkcə büskalter olan qadın uzanmışdı. O qarnı üstə uzanmışdı və əynindəki bikinin zolaqları o qədər ensiz idi ki, Drongo heç onları sezmədi. Sənə nə lazımdır? Qadın qətiyyən utanıb qızarmadan soruşdu. O jurnal oxuyurdu. Heç nə, bəs sən kimsən? Mən Likayam. Sən Arsenə qonaq gəlmisən? Yerindən tərpənib arxası üstə çevrildi. Sən onu tanışırsan? Demək olar ki, o başını tərpətdi. Bəs sən burada nə işləyirsən? Onunla o sinədən gələn qalın səslə güldü. Yox, işləmirəm, istirahət edirəm. Axşama dostu gəlməlidir. Ona görə də məni indidən çağırtdırıb. Uzan, Drongo ona məsləhət verdi və otaqdan çıxma. Əgər güllə səsləri eşitsən, vanna otağında gizlən. Amma oradan çıxma. Heç bir yerə də zəng eləmə. Yoxsa bu jurnal sənin həyatında son mütaliən olacaq. Məni başa düşdün? Başa düşdüm. Qız qorxa-qorxa içini çəkdi. Xudahafiz. O otaqdan çıxaraq qapını arxasınca örtdü. Arsen qonaq otağındakı divanda hələ də hərəkətsiz halda uzanıb qımışdı. Drongo şalvar kəməri ilə onun əllərini bağladı və onun ikinci yataq otağına aparıb elə oradakı çarpayının üstünə atdı. Qonaq otağına qayıdıb qapıya yaxınlaşdı və kilidi nəzərdən keçirdi. Belə kilidi adi açıcı alətlə açmaq müşkül məsələ idi. Deməli, əgər naməlum adam mənzilə daxil olmaq istəsə, mütləq zəngi basmalıdır. Hələ bütün gözətçilərə xəbərdarlıq verilməsi məsələsi nəzərə alınmazsa. Amma Arsen'in davranışından bu nəticəyə gəlmək olar ki, o artıq qonaqların gəlişi barədə gözətçiləri xəbərdar edib. Şübhəsiz xəbərdar edib ki, onlar qəflətən gələrək birinci qonağı hürkütməsinlər. Drongo yataq otaqlarını qayıtdı. Birinci otaqda elə həminki vəziyyətdə qorxub qalmış fahişə idi. Canının qorxusundan başı heç işləmirdi. İkincisində isə ağır iş günündən sonra mışıl-mışıl yatıb dincini alan qeyrətli bir işçi kimi Arsen uzanmışdı. Bircə şey qalırdı, evə qonaq gələcək adamı gözləmək. 10 dəqiqədən sonra qapı ehmal-ehmal döyüldü. Drongo qımışdı. O düz bilmişdi. Evin yiyəsi yeni qonağın gələcəyi barədə gözətçilərə xəbərdarlıq etməyə macal tapmışdı. Və yaxud da ki, qonaqların Drongo danışmaq üçün qoyulan qurğuya yaxınlaşıb gözətçini çağırdı. 132-ci mənzilə neçə nəfər gəlmişdir? Bir nəfər. Növbətçi cavab verdi. Siz dediyiniz kimi bir nəfər. Çox sağ olun. O söhbəti kəsdi, tapançanı çıxartdı. Astanadan dayandı və qapının kilidini açıb naməlum adamın içəri daxil olmasını gözləməyə başladı. Qapı asta-asta açıldı və dəhlizə təxminən 40 yaşlarında hündür kişi daxil oldu. Qısa, vurulmuş saçları, əyninə qutu kimi oturmuş kostyumu, özünə arxayın ədaları, enli kürəkləri var idi. Naməlum adam bir addım atmamış, yanağında tapancanın soyuq lüləsini hiss etdi. Sakit, Drongo məsləhət etdi. Müqavimət göstərməyin, xəbərdarlıq etmədən atacağam. Sol əlini atıb naməlum adamın silahını götürdü. Tapanca peşəkarlarda olduğu kimi qobura bərkidilmişdi. Sağ cəbindən qırmızı kitabça çıxartdı. Hamısını döşəməyə tolazladı. Drongo yad otağa itələyərək dilləndi. Sakit, kəskin hərəkətlər etməyin, divana doğru gedin. Naməlum adam divana yanaşdı. Həyəcandan onun sifəti çuğundur rəngi almışdı. O, Drongo'ya hiddətlə baxsa da susurdu. Drongo onun tapancasını döşəmədən qaldırıb cibinə qoydu. Sonra isə vəsiqə üçün əyildi və onun da cibinə qoydu. Sonra içəri daxil olan şəxs soruşdu. Siz buraya pul dalınca gələn həmin o şantajçısınız?
Siz haradan bilirsiniz? Bilirəm, kişi cavab verdi. Tapancanı yığışdır. Küçədə məni maşın gözləyir. Əgər mən yarım saatdan sonra buradan çıxmasam, burada Pertovkada olduğundan çox milis toplaşacaq. Nəyə görə? Düşünürsünüz ki, onlar Arseni belə sevirlər? Onu yox, mənə. Qırmızı sifət qımışdı. Mənim vəsiqəmi götür və oxu. Onda tapancanı bir göz qırpımında yığışdıracaqsan. Drongo gözünü içəri girən adamdan çəkməyərək vəsiqədən çıxardıb oxudu. Podpolkovnik Krivets Sergey Fedoroviç. Başa düşdün? Podpolkovnik soruşdu. İndi isə mənim sənədlərimi, tapancamı qaytar və izah elə görüm, burada nə baş verir? Çox maraqlıdır, Drongo gülümsədi. Mən isə sizi bütün Moskva boyu axtarmağa hazırlaşırdım. Deyəsən bu əsl dağın Məhəmmədə doğru getdiyi təsadüfdür. Siz bununla nə demək istəyirsiniz? Podpolkovnik anlamayaraq artıq siz deyə müraciət etməyə başladı. Belə bir məşhur atalar sözü var. Əgər dağ Məhəmmədə sarı getmirsə, Məhəmməd özü dağa sarı gedəcək. Mən sizin yanınıza təşrif buyurmaq niyyətində idim, Sergey Fedoroviç. Siz məni harada tanıyırsınız? Podpolkovnik narahat oldu. Tanıyıram. Drongo podpolkovnikə üzbəyiz qoltuqlu kürsüdə əyləşib dedi. Gəlin söhbət eləyək, Sergey Fedoroviç. Mən səninlə nə barədə danışa bilərəm? Krivetsin əvvəlki özünü əminliyi öz yerinə aldı. 25 dəqiqə qalıb. Çox yox. Sonra bura xüsusi təyinatların qrupu hücum edəcək. Nəyisə həll etməzdən əvvəl yaxşı-yaxşı başını işlət. Məni mənzil sahibi ilə sizin münasibətləriniz maraqlandırır. Drongo qımışdı. Həqiqətən də bu çox maraqlıdır. Şöbə rəisi özü məşhur Stenyorun evinə gəlir. Bu sizə qəribə gəlmirmi? Xeyr, gəlmir. Podpolkovnik ikrahlı dodaqlarını əyərək cavab verdi. Sən də mənə hədə qorxu gəlmə. Cinayət axtarışı idarəsinə hər bir əməkdaşının üzünün agenturası olmalıdır. O isə mənim rəsmi agentimdir. Maaşı bizdən alır, ona görə də sən məni qorxutma. Onsuz da heç nə sübut edə bilməyəcəksən. Elə ona görə də siz Aleksandr Mixaylovla tanış edib zərbi altında qoymaq üçün qadını tapmağı ona tapşırmışdınız. Drongo podpolkovnikin üzünə qıpqırmızı soruşdu. Sonra da mayor Lisakova nömrədə quraşdırılmış kameranı aradan götürməyi əmr etmisiniz. Nə? Podpolkovnik təəccübləndi. Hansı Lisakov? Siz nə danışırsınız? O yenə də öz əminliyini itirərək sizə şişdi. Sizin əmrinizlə kameranı götürən mayor Lisakov haqqında lentə qulaq asmaq istərdiniz, yoxsa mənim sözlərimə inanırsınız? Sizin hələ də buna aid olan lentiniz də var? Krivets dodaqlarını əydi. Məndə həyatın hər bir gözlənilməzlikləri üçün lent hazırdır. Mən sizdən dərs alıram, podpolkovnik. Əgər istəyirsinizsə dəyişə bilərik. Mən sizə bütün lentlərimi verirəm. Siz isə İrina Maksimenkoya atəş açanın kim olduğunu və oteldəki kameranı kimin quraşdırdığını deyərsiniz. Bilirsən nə var? Krivets küçə söyüşü söydü. Drongonun əlindəki tabancaya məhəl qoymadan əlini cibinə soxdu, cib yaylığını çıxartdı və üzünü silə-silə soruşdu. Svetlana Kaptevagilə soxulan sən idin? Sizin adamlarınız da bizi qorxutmaq üçün güllə atmışdılar. Drongo dəqiqləşdirdi. Kaptevana da sizin adamlarınız aradan götürdülər? Bu Lisakovdur. Podpolkovnik yenə də sifətini yaylıqla sildi. Belə mənfur işlərə mən heç vaxt razılıq vermirəm. Bura gəlmək və sənin kimi axmaqlarla danışıb razılığa gəlmək istəyirdim. Keyf əhvalımdan və şəraitdən asılı olaraq o Drongoya gah sən, gah da siz deyə müraciət edirdi. Sən nəyə görə bizim işə burnunu soxursan? Krivets təəccübləndi. Yəni sən doğrudanmı başa düşmürsən ki, bütün bunlar nə ilə qurtara bilər? Sənin sadəcə olaraq boğazına sərçə boğazı kimi üzərlər. Heç kim də səni xilas etməz. Mənə qarşı olan qayğınızı qiymətləndirirəm. İndi isə yekun vuraq, podpolkovnik. Sizin əmrinizə görə Arsen iş adamına təqdim edib zərbə altına qoymaqdan ötürü münasib bir qadın tapır, sonra kimsə otelin Aleksandr Mixaylovich yaşayan nömrəsini gizli çəkiliş üçün kamera quraşdırır. Bundan sonra naməlum qatil biznesmen kimi kremlənib əsl qətl törədir. Plyonkanı qatil götürür, kameranı isə sizin xahişinizlə mayor Lisakov çıxardır. Bundan sonra Kaptevadan susmağı xahiş edir. Hələ ki, doğrudur. Yoxsa mən nəyisə səhv saldım? Podpolkovnik susurdu. O artıq çoxdan yaş əskiyə çevrilmiş cib yaylığı ilə elə hey üzünü silirdi.
Bundan sonra sizə işləyən sürücü bizim Kaptavec ilə getməyimizi xəbər verməyə çatdırır, siz isə bizi bir qədər qorxutmaq fikrinə düşürsünüz. Yəqin ki, sonradan bu öz fəaliyyətiniz sizə bir qədər baha başa gəlir. Ehtiyatsızlıq edib yanına getdiyim Lisakov isə Kapteva və onun oynaşı ilə şəxsən özü hesablaşmaq fikrinə düşür. Ümumiyyətlə demək olar ki, vəssalam. Yalnız o an istisna olmaqla ki, İrina Maksimenkonu öldürənin öz rolunu virtuaz şəklində ifa etmiş əsl qatil yox, Aleksandr Mixayloviç olduğunu əmin olan Arsenə o qədər də etibar etmirdiniz. Az bilmirsən, podpolkovnik xoşagəlməz bir tərzdə çımxırdı. Deməli qocalmayacaqsan, cavan öləcəksən. Mənə onun adı lazımdır, qatilin adı. İtil cəhənnəmə, Krivets məsləhət verdi. Onsuz da bilirsən ki, mən deməyəcəm. Belə düşünürsən ki, o dünyaya getməyə tələsirəm. Əgər mən sənə ad desəm, onda o dünyalığam. Məni dərhal tapacaqlar. Elə bilirsən, bu qadınla çatdıqları hoqqanı başa düşmürəm. Biz hələ qadını bir neçə həftə ərzində axtarmışıq. Hər şey bizə əmr olunduğu kimi dəqiq olmalı idi. Sən də istəyirsən ki, gəlib hər şeyi bir neçə günə həll edəsən? Yox, belə alınmayacaq. Heç kim sənə rüsxət verməz. Mənə heç nə həll etmək lazım deyil. Mənə qatilin adını öyrənmək lazımdır. Mən sizə qadının kimin sifariş verdiyini bilirəm. Bu fəndlərin arxasında kimin dayandığı aydındır. Amma mənə qatil lazımdır. Ancaq o başqa heç kim. Mən qatili əldə edən kimi buranı tərk edəcəyəm və siz də mənim üzümü də bir daha görməyəcəksiniz. Yox, Krivets nərə çəkdi. Unutma ki, mən sənə heç nə deməyəcəm. Güllələyə bilərsən. Hətta belə, Drongo fikirli-fikirli söylədi. Belə çıxır ki, siz öz ölümünüzdən çox onlardan qorxursunuz. Əlbəttə, podpolkovnikin dodağı qaşdı. Sən sadəcə olaraq məni öldürəcəksən, vəssalam. Mənim arvadım uzun müddətdə qayıt alacaq və qəhrəman arvadı sayılacaq. Əgər onlar məni sıxmaq, boğmaya salsalar, onda nəinki ailəm, heç pişiyim də salamat qalmayacaq. Hətta ölümümdən sonra da hamı məni alçaq hesab edəcək. Yox, mən sənə heç nə deməyəcəm. Nə istəyirsən elə. Gecdir. Qəflətən qapıda peyda olmuş Arsen dedi. O əlində tapanca tutmuşdu. Lika, Drongo anladı. O ikinci yataq otağına keçərək Arsenin kəmərlərini açıb, qızın da əllərini bağlamamaqla səhv buraxmışam. Tapanca isə görünür onun yataq otağındaymış. Silahı yerə at, Arsen əmr verdi. Yoxsa atəş açacağam. Cəld ol. Gecdir, Drongo qışqırdı. Podpolkovnik artıq mənə deyib ki, İranı sən öldürmüsən. Yalan deyir. Krivets yerindən sıçrayıb qalxdı. O hamısını yalan deyir. Arsen tapancanı ona tərəf yönəltdi və elə bu anda da yönünü ona çevirmiş Drongo atəş açdı. O sərras atəş açırdı. Arsen ağrıdan qışqırdı. Güllə düz onun əlinə dəymişdi. Tapanca döşəməyə düşüb podpolkovnikə sarı sürüşdü. Podpolkovnik isə divanın mütəkkəsini Drongoya qolaylayıb tapancanı götürməyə cumdu. Drongo bir də atəş açdı, amma bu dəfə uğursuz oldu. Bu dəfə o tapancanı hədəf seçmişdi. Amma silahın döşəmədə sürüşmə trayektoriyasını nəzərə almamışdı. Döşəməni çox yaxşı silmişdilər. Podpolkovnik tapancanı qamarladı. Drongo isə özünü holla atdı. Onun ardınca gürültüsü bütün mənzil başına götürən 2 güllə səsi eşidildi. İndi bura adamlar soxulacaqlar. Drongo qışqırdı. Mənim adamlarım, podpolkovnik əlavə etdi. Əl saxlayın. Sizin vəsiqəniz və tapancanız məndədir. Biz sizinlə razılığa gələ bilərik, podpolkovnik dedi və qəflətən əlini uzadıb düz Arsenin kəlləsinə bir güllə çaxdı. Arsen dartınaraq döşəməyə yıxıldı. Divara sıçramış qarı damcıları və beyin laxtaları aləmi bulaşdırdı. Axmaq, Drongo üz-gözünü turşutdu. Necə böyük axmaqlıq. Siz onu niyə öldürdünüz? O kifayət qədər ucadan qışqırdı ki, qonşu otaqda onun səsini eşidə bilsinlər. Siz ona nəyə görə güllə atdınız? Özüm bilərəm. O məni pis vəziyyətdə qoydu. Bura gəlməyə məcbur etdi. Səfəyin bir səfi. Podpolkovnikin xəbəri yox idi ki, qonşu otaqda dəhşətdən və həyəcandan donub qalmış Lika hamısını eşitmişdi. Onun ağlının belə gəlmirdi ki, qonşu otaqda onların bütün söhbətlərini eşidib şahidi var. Drongo bərkdən səsləndi. Onunla da razılığa gəlmək olardı. Artıq gecdir, podpolkovnik dedi. O ölüb. Mənim sənədimi və tapancamı qaytar. Sonra gec olar. Mənə qatilin adı lazımdır. Onda otur gözlə.
Gör səni nə vaxt həbs edəcəklər. İndi mühafizəçilər bura gələcəklər. Belə olan təqdirdə mən gedirəm. Özümlə də sənin tapancanı və vəsiqəni də götürürəm, podpolkovnik. Əgər qatilin adını mənə deməsən, sənin sənədlərinlə bircə qeyb olacağam. Dayan, podpolkovnik qışqırdı. Səni lənətə gələsən. Tapancamı vəsiqəmi özümə qaytar. Mən onun adını sənə deyərəm. Sənə inana bilərəm, podpolkovnik. Sən öz agentinlə belə davrandın. Adı de. Mən də sənin tapancanı tullayım. Vəsiqəni isə aşağıda sürücünə verirəm. Ona zəng vur ki, arxayın ola bilərsən. Cəld ol, onun adını de. Mənim vaxtım azdır. Açıl cəhənnəm ol başımdan. Podpolkovnik təkrar etdi. O divanın arxasında gizlənmişdi. Onun adı Denizdir. O həlak olan qızın dostu. Onun şəxsi steniori idi. Başqa sənə heç nə deməyəcəyim. Tapancanı at. Tut. Drongo darağı çıxardıb tapancanı döşəməyə atdı. Bəs vəsiqə? Krivetsi ot götürdü. Axı mən dedim ki, onu aşağıda sənin sürücünə verəcəyim. Bu mənim təhlükəsizliyimin təminatıdır. Sənin maşının hansındandır? Qara Volqa. Maşın serjant formasında bir oğlan oturub. Nömrəni deyim? Lazım deyil. Mən onun milisdən olduğuna başa düşərəm. Bu denizi haradan tapa bilərəm? Mən haradan bilim? Podpolkovnik geyzləndi. Özünü telefona tərəf atıb, maşınındakı mobil telefon nömrəsini yığmağa başladı. Mən onun üçün ünvan bürosu deyiləm. Mərhumdan soruşardım, amma o sənə daha heç nə deməyəcək. Sakit-sakit telefonun dəstəyini dedi. İndi evdən bir tip çıxacaq. Saytalın biridir. Mənim vəsiqəmi ondan alarsan. Xudafiz. Drongo ehtiyatla qapıya tərəf yönəldi. Bir də ki, axmaqlıq lazım deyil. Podpolkovnik. İndi bu dəqiqə burada mühafizəçilər olacaqlar. O nəfəsini çiyinlərindən ala-ala özünü bayıra atdı. Artıq liftdə kimsə bu mərtəbəyə qalxırdı. Drongo pilləkanla qaçıb düşməyə güclə çatdırdı. Liftin qapısı açılır-açılmaz 3 mühafizəçi özünü mənzilin qapısına atıb onu bərkdən döyəcləməyə başladılar. Təsəvvür edirəm ki, onu nələr gözləyir. Drongo çinli-çinli düşündü. Özü sənədsiz mənzildə isə meyit və bir də haqqında heç nə bilmədiyi gizli, canlı şahid olan qız. Podpolkovnik heç ağlına da belə gəlməzdi ki, o hansı işi ilişib. Küçədə ayağının hasardan o üzə atar-atmaz serjant formalı bir onu qarşıladı. Sənədləri verin. Oğlan sərt bir şəkildə tələb etdi. Drongo ağız dolusu gülümsəyərək podpolkovnikin vəsiqəsini ona uzatdı və bütün bunları ona necə izah edəcək? Drongo Likanı öz qiyafəsində yataq otağının qapısında görəcək anda Krivetsin sifətini gözünün qabağına gətirərək məmnuniyyətlə düşündü. Ürəyə partlaması yaxşıdır, ancaq bu onun öz şəxsi işidir.